Herkese selamlar, saygılar. Bugün Güney Azerbaycan'dan Baxış programının 92. bölümündəyik. Biz hər həftə Pərşənbə günü Təbriz saat 9-da canlı yayında oluruq. Söyləşimiz var, qonaqlarımız olur, danışanlarımız olur və değişik zamanlarda değişik konuları danışırıq. Normalda o geçmiş həftədə gündəmdə Güney Azərbaycanla ilgili veya gündəmdə nə varsa onu daha çox danışırıq. Bugün də aynı bir dəqiqə mən qonaqlarımızdan bəli. Aynı geçen həftələr kimi Təbriz saatı 9-da Güney Azərbaycandan Baxış programındasınız. 90 İnsaf Ali Bey, sizi hoş gördük. Selamünaleyküm. Hoş gördük. Halınız əhvalınız. Necəsiz? Bugün bir dəqiqə. İnsaf Ali Bey, biz geçen hafta programı ki onu oraya çekmiştik, zəbt eləmişdik, koymuştuk. O silindi. Təəssüflə çox heyif oldu. Bəlli nədənlərə görə, mənə görə o danışılan məsələlər ya hər nə biz yəni xəbərimiz olmadı. Ona görə 92-ci proqramdayıq gənə də. Öyle deyil mi? Təzəşdən qeydirik əvvələ. Bir dəqiqə mən Geçmiş dələsənin nümrəsinə. Hədə 90 oldu. 92-ci proqramındayıq Güney Azərbaycandan Baxış proqramının. Bugün hər həftə yəni buradayıq. Hər həftə Təbriz saat 9-da. Geçen həftə ən önəmli konu və ən önəmli gündəm Güney Azərbaycanı ilgiləndirən Uluslararası Qadınlar Günüdür. Veya İşçi Qadınlar Günü, öyle de deyilir. Bu barədə bugün eğer fürsətimiz olsa biraz danışacağıq. Bəzi yoldaşlardan da demişik ki, gəlsinlər, qatılsınlar. Görək ki, nə olur. Siz də buyurun, selamlaşın yoldaşlarla. Salam, əziz və hörmətli dostlar. Xoş gördük. Umarım keyfiniz sağdır. Doğrusunu desək, Oğuz bəy, bayaqları beraber qalmışdıq. O zaman mən bir yazı yazırdım elə bu haqda. İndi yarımçılıq qaldı. Çox gözəl öz zehnimdə, əlbəttə mənim üçün çox gözəl nöqtələrə yetişdim ki, özüm məsələn indiyəcən yetişməmişdim. Umarım ki, bu cələsəmizdə fürsət olar. Mən də bu taza düşüncələrimi paylaşıram dostlarımla. Buyurun, sağ olun. Buyurun siz başlayın. Məncə Türkan xanım Bozkurt qatılacaqlar proqrama və bəzi yoldaşları da bilirlər. Yəni bir daha çox Uluslararası Qadınlar Gününü, İşçi Qadınlar Gününü danışacağıq. Siz buyurun, mən də baxım. Hər kəsə selamlar, saygılar otağa gələnlərə, sonra da bizim proqramımızı baxanlara indidən selamlarımızı, saygılarımızı sunuruq. Bəli, bəli. Buyurun. Təbii ki. Buyurun. Çox sağ olun, teşekkür ederim. Əvvəl tamam xanımlara bu günü mübarək olsun. Diyaq, gec olsa da. Diyaq, gec olsun amma güz olmasın. Yox da bu həftənin içindədir. Bəli, bu həftənin içindədir. Keçibdir gündə, gün keçib ona görə deyirəm. Hamısına mübarək olsun. Umarım ki, inşallah dünya o cür bir dünya olsun ki, qadınlar haqlarına çatsınlar, istədiklərinə çatsınlar, iradə sahibi olsunlar, istək sahibi olsunlar, seçici olsunlar, əşya durumundan çıxsınlar. Çox təəssüflə, indilikdə kişilər xanımları idarə edirlər. Oğuz bəy, yəni düzün axtarsaz biz idarə edirik, sənli mənli bizlər iradəmizi, istəyimizi xanımlara təhmil edirik, xanımlara zor edirik və xanımlar bizim zorumuzun əsasında şəkillənir. Bizim istəyimizin əsasında şəkillənir. Mən bugün çox diqqət edirdim heyvanların yaşamında, erkəkli, dişili yaşamında diqqət edirdim. Çünki görüm nə cür
yaşırlar. İki heyvan çox marağımı çəkdi. Bir arılar, bir də toratanlar. Bunların iki sistemi, ayrı sistemdə yaşırlar. Toplumsal sistemləri fərqlidir. Məsələn, arılar toplumsal yaşırlar. Sosialiteləri toplumdur. Toplumda yaşır. Amma toratan isə individual yaşır. Fərdi yaşır, bireysel yaşır. Və liberalizmdir orada. Orada liberalizm var, orada sosyalizm var. Çok cəlibdir. Ben bunu mesela bu baxışdan heç vaxt baxmamışdım. Arıyan heyvanın, arı ilə toratanın yaşamına. Cəlibdir. Sonra gəlir insanlara. Tamam toplumlarda, canlıların toplumlarında insan hariç, insan canlısını çıxın qırağa, qoyun qırağa. Ondan sonra tamam heyvan toplumlar, canlıların toplumlarında heyvan deyəndə ərəbcə canlı olur. Biz də canlı deyək da buna. Canlıların şeyində, toplumlarında seçici ünsür xanımdır. Erkək deyil, dişidir. O heyvanlar çox gözəl görürsünüz, gözəl. Şerin gözəli, nə bilim, canavarın gözəli, ayının gözəli, quşların gözəli, tutinin gözəli, ceyranın gözəli, hər heyvanı desəz, hangisini desəz, hamısında erkək diş çox gözəldir. Baxanda dişi çox çirkindir. Bizim baxışımızda erkək çox gözəldir, göyçəkdir. Məsələn, o tavus var, quyruğun belə açar. O tavus erkəkdir. Dişinin quyruğu o cür olmaz. Quşların heç birisində o cür olmaz. Quşların o içi çirkindir, o xanımdır. O içi çox gözəldir, o erkəkdir. Heyvanlarda da bu cürdür. Heyvanlarda da, canlılarda da bu cürdür. Yer üzündə geriyən canlıları deyək. Mən indi dənizdə nə cürdür onu bilmirəm. Düzün axtarsınız. Heç mütaliə də edəməmişəm. Amma o ki seçicidir, o çirkindir. Baxanda görürsü bir gözəlliyi obrisinə görə azdır. Yəni iki tür heyvan var da, biri dişi, biri erkək. Baxırsınız o dişi ilə erkəyi qoyanda bir yerdə görürsünüz, biri gözəldir, biri çirkindir. Amma o çirkin seçicidir, seçici ünsürdür. Çünki qadın dediyimiz, dişli dediyimiz toplumun yaradıcısıdır. Toplumu doğandır, toplumu doğuşdurandır. Toplumun tək insanın, tək o canlısını doğmur. Bəlkə onun düşüncəsini doğurur, onun sosialitesini doğurur, onun gəlgedini doğurur, onun istiqlalını doğurur, onun hökumətini doğurur, onun hakimiyyətini doğurur, onun sümürgə olub olmamasını doğurur. Yəni biz bu zadiyədən baxanda, bu açıdan baxanda görürük ki, xanım həm hakimiyyətdir, həm hökumətdir, həm dövlətdir. Qadın dediyimiz heyvanların şeyində seçici odur, qanun odur, qudrət odur. O erkək onun əli altında işləyən bir canlıdır. Onun amaclarına xidmət edən bir canlıdır. Çox bu əcibdir. Məsələn, arılarda erkək də var, dişi də var. Arılarda. Amma bir müsabiqə olur. Bu müsabiqədə yüzlər erkək arı, bir dişi arının dalısıcan düşür, uçur. Bunlar bir müsabiqədə gəlib o xanıma, o qadına yetişirsə, onunla cifləşə bilər, bərabər ola bilər. Ondan sonra iş qutardı, erkəyin iş qutardı. Təhcə vəsilə və bu toplumda, arı toplumunda erkəyin təhcə işi budur ki, nəslin, gələcək nəsli devam etdirməkdə rolu var. Ondan sonra işi yoxdur. Ondan sonra hökumət yox, dövlət yox, ordusu yox, heç sadı yoxdur erkəyin. Erkək sadəcə ola bilər əskər. Olsa onu da. Yəni əskər də çıxar yoxdur bəzən erkəklərdə. Çünki o arı toplumu qadınlar idarə edir. Qadındır ki, onun o kolle toplum onun əlindədir. O onun işləri bölür. Kimin nə işdə olsun, kim nə yesin, nə qədər yesin, hara geçsin, hardan gəlsin, kim hangi qrupdan, hangi qəşridən, indi bizim toplumda qəşri deyirik, sınıf, iş, hangi
işdən çox adam lazımdır, hangisindən az adam lazımdır. Kimin təxəssüsü nə olmalıdır, harda olmalı, kim əskər olmalıdır, kim işçi olmalıdır, kim pərəstar olmalıdır, kim aşpəz olmalıdır, qəza bişirən, yemək bişirən olmalıdır, kim yemək gətirən olmalıdır. Yəni, bu qadındır ki, arı toplumunda qərar verir. Arı da seçicidir. Erkəklər seçici deyil. Arıdır hüquqdur. Arıdır qanun. Yəni dişi arı. Dişi arıdır ki qanundur. Dişi arıdır ki dövlətdir. Dişi arıdır ki rəhbərdir. Dişi arıdır ki özə seçim yoxdur. Orada heç kəs seçə bilməz onu. O qadın olduğu üçün əsli rol onundur. Əsli hər şeyi o bitər. Heç kəs ona bitə bilməsən bu çarçivədə gedəcəksən, gələcəksən. Bəzən xiyanətlər olar onun toplumunda, amma onları müdiriyyət edər. Hətta o xiyanətləri də müdiriyyət edər. Bu çox cəlibdir. Yəni, heyvanların hamısında qadın seçicidir. Hamısında. Hətta indi Toratanı da misal verin, çox cəlibdir. Bu da bəlkə bizim dostlarımıza bir qadınların yeri haqqında bir düşüncə verir. Arı toplumunda toplumdur. Deyirik toplum. Çünki bir dana xanım ya qadın arı liderin rəhbərliyi altında yüzlər min ən azı gərək ola. Yəni, əgər bir qadının əli altında 10 min arı olursa, işləyən olursa, o toplum üst-üstə qırğına gedibdir demək olar. Ya da bölünübdür, kodite olubdur, içində savaş olubdur, savaş qurbanı olublar. Bir dana düzəməlli kəndini gərək 100 mindən yuxarı olar. Mən bəzən bu orta Amerikanın müstənədlərinə baxıram, filmlərinə baxıram. Görürəm ki, gedirlər meşədə kəndiləri, məsələn, götürürlər, bu arıları tutarlar. Arıların 2 milyon, 3 milyon, 5 milyon üzvü var. Yəni, o qədər böyükdür və o qədər geniş işdirlər. İndi bunun qarşısında ki, toplum çoxluqdur. Bir dənə ayrı şey var, canlı var, tək yaşır. Toratan. Toratan, şimdi də o dişi bir erkəkdən ibarət olacaq. Amma seçici gene xanımdır. Hakim gene xanımdır, hökm eləyən xanımdır, dövlət xanımdır. O birlikdə olan, hətta birlikdə olan güc də xanımdadır. Bu da gene mühümdür. Buna mən liberalizm deyirəm, fərdiyyət, bireyçilik. Çox cəlib. Burada da görürsünüz ki, o toratan, erkək toratan bir yerəcən lazımdır. O yerəcən ki, çiftləşələr, bərabərləşələr və erkək işin görə nəsli gələk nəslin, gələcək nəslin olmaq ehtimalı gedir üstə. O bir dişi onu yiyir. Dişi o erkeği yiyir. Erkeğin işi qurtuldu, məsuliyyəti qutardı, hər şeyi qutardı. Mən orada yemək olacağım. Mən bu xanımın yeməği olacağım. Yəni bu qədər təslimdir. İradəsi o dişinin əlindədir. Və o sevgisinə təslim, əlbəttə mən bunu bu cür də görürəm. Həm o arılarda, həm bunlarda sevgisinə təslim olur və onda yox olur, məhv olur. Onun canına can qatır. Yəni bir ayrı bir eşq ilə baxsaq, indi buna şikəncə ilə baxırlar bəzilər, amma mən bunu eşq ilə baxıram. O İslamda da bu sufizmdə vardı. Gedir o mərtəbəyə ki, istədiyində yox olur. Onda həll olur. Öz canını unutur, o birisinin canından can olur. İndi elə bir sizin bir şey demək istəyirsiniz, hə? Yox, istəyirəm sizdən, yəni keçən həftə Uluslararası Qadınlar Günü və İşçi Qadınlar Gününü keçirdik. O barədə Uluslararası Qadınlar Günü barəsində əgər yəni bir sözünüz varsa onu eşidək və bunun yəni Güney Azərbaycan qadını ilə İndi ona gələcək. Çünki biz toplumda qadının yerini bilməsək, biz Güney Azərbaycanı ya hətta bu Avropada, Amerikada olan qadının da yerini bilə bilmərik. Çünki biz gərək bir şeylə müqayisə eləyək qadını, qadının yeri. Deyək ki, məsələn, deyirik ki, Azərbaycanda düz deyil ya düzdür. Nə əsasda deyirik, hangi toplumuna müqayisə eləyəndə deyirik və hangi
toplumlarla bunu bir yere koyanda diyoruz bunun hakkı azdı, yoktu, hakkı var, hakkı yoktu. Çünkü herkesin olduğu toplumu ve topluluğu en yaxşı toplum bilir. Onun çerçevesinde yaşır, onun tarixini yaşır, onun indisini yaşır ve gələcəyini yaşır. Mən qadınlara baxanda Oğuz bəy, qadınları keçəcəyin tarixi görürəm. Bugünkü qadına baxanda bu toplum nə çəkibdi? Bugün bunu düşünürdüm. Bu toplum nə çəkibdi? Bu qadın, bu toplumun bugünkü, istəyəz baxası tarixdə nə çəkibdi, bugünkü durumuna baxın. Bugünkü durumu göstərir bu qadının ki, bu toplum hangi mərhələlərdən keçibdi, nə vəziyyəti keçirdibdi, nə durumu keçirdibdi, vəziyyət iqtisadi, vəziyyəti nə cürmüş, toplum vəziyyəti nə cürmüş, evlilik nə cürmüş, dədə-bala nə cürmüş, nənə-bala nə cürmüş, bacı-qardaş nə cürmüş, ər-arvad nə cürmüş, dövlət, millət nə cürmüş. Bunların hamısı bugün xanımda görürsün. Bu qadın dediyimiz varlığın bugünkü durumuna baxanda görürsün. Mesela bu günləri Güney Azərbaycana baxanda görürük ki, İrana xüsusən İran bir kültür yaradır, bir mütəəssifanə istəyək bir atmosfer yaradıbdır ki, Güney Azərbaycan qadını da onun içində, Qəşqayinin də qadını onun içində, o birisinin də, bu birisinin də, hamısı onun içində mütəəssifanə istəyək onun rəngini alır. Çünki o atmosferdən nəfəs çəkirlər. Siyasi nəfəs çəkirlər, hüquqi nəfəs çəkirlər, əxlaqi nəfəs çəkirlər, mali nəfəs çəkirlər, gələcək nəfəsi çəkirlər, mod nəfəsi çəkirlər. Bu çox mühümdür. İndi mən baxanda görürəm ki, İranda qadınlar normalda, deyək ki, %50'si heç olmasa, hamısını deməyək, məncə çoxdur, %90. Qadınları mən iki yerə böləcəm. Onlar ki, əllərində imkanları var, istədikləri o şeyi əldə edə bilirlər. Onlar ki, əllərində imkanları yoxdur, istədikləri şey var, amma əllərindəki imkan ona yetişmir. İndi buradan iki yerə böləndə qadını görürük ki, İranda qadınların özgüvəni yoxdur. Bu özgüvəni axtarır. Nədə axtarır? Mən hardan bilirəm, əvvəl özgüvəni yoxdur. Görürəm ki, özündən mütənəffirdir. Mütəəssifanə bu erkəklərdə də var. Genişdir. Erkəklərdə də çox çoxalır. Qadınların mütəəssifanə özgüvənlərin aradan aparıbdır. Hakimiyyət sistem, İran kültürü. Biz də hər halda ona uymuşduq erkəklər olaraq Güney Azərbaycan erkəkləri. Fars və İran sisteminə uyaraq qadınların özgüvənlərin aradan aparır. Özgüvənləri yoxdur. Haradan bilirik yoxdur? Buradan bilirik ki, özlərindən nifrət edirlər. Özlərinin varlıqlarından nifrətləri var, acıqları gəlir, zəhlələri gəlir. Utanırlar özlərindən. Bunu hardan bilirik ki, utanırlar? Buradan bilirik ki, dünyanın bu 200 məmləkətin içində ən çox plastik cərrahlıq eləyən üzünə, gözünə, qaşına, dodağına, burnuna, yanaqlarına, çənəsinə, sinəsinə, qoluna, yançaqlarına İrandır. İrandır. İran toplumda qadınlardır. Erkəklər deyilirlər, amma qadınlardır. Bunu görürük. Oldu. Mən qadın tanıram ki, 3 dəfə qaşını dəyişdiribdir. 3 dəfə. Bir dəfə maşınla vurubdu, dibdən piği ilə vurublar. Sonra onun üstə məsnol qaş qoyublar, qələminə, nəqqaşlıq ediblər. Sonra da gedib onu leyzerlə yandırıbdır. İndi başının dalısından tükü götürüblər, qaşını əkiblər. Təbii Çok güzel. olsun. Yəni, bu nə deməkdir? Bu bunu demək ki, bu qadın özünə güvənmir. Güvənmədiyi üçün özündən acığı gəlir. Mənim burnum belə olsa, mənim daha çox sevərlər ya daha çox yerim olar toplumda. Yəni, düşüncəsi ilə yox, işi ilə yox, özünə inanmaqla yox. Mütəəssifanə bu da bu söz gəlir ki, İranda məsələn 10 cürə burun əməl edirlər, Oğuz bəy. 10 cürə dodaq əməl edirlər, 10 cürə göz, qaş, yanaq, çənə əməl edirlər. 10 cürə, nəxşəti 10 cürədir. Oldu. Xanımlar yenirlər, milyonlar xanım olmaq əvəzinə. Hamısı gəlib olub 10 dana xanım. Çıxırsınız içəriyə, görürsünüz ki, çıxırsınız topluma, görürsünüz ki, qadınlar hamısı bir-birinə bənzir. Hamısının burnu bir kas burun. Hamısının burnunun yumruq olan burunlar şişibdir. Hamısının qaşı, məsələn, indi qabaqdan
Sıqqılı nazik qaş, indi qalin yekə qaş. Söhbətləri bir yerə yəni şeyseniz biz de yani girelim bu bahsin içine. Tamam. İndi burada biliyoruz ki qadınların Güney Azərbaycanda özgüvəni yoxdur. O özgüvən qadında qalmır Oğuz bəy. O özgüvən erkəklərə gedir, topluma gedir və toplumda da bu iki biz bugün panfarsuq, bu iki pan-İranistuq, bu iki Azərbaycanın istiqlalı yoxdur. Bu oradan gəlir. Çünki biz etimadımızı, özgüvənimizi, etimad benəfs deyirlər də, özgüvənimizi əldən vermişik. Mütəəssifanə bir ayrı şey axtarırıq ki, onunla özgüvən qazanaq. Özgüvənimizi özümüzlə qazanmırıq. Özgədən bir şey almaqla, özgəyə bənzəməklə, özgəyə tay olmaqla, özgədən hətta istifadə eləməklə. Buyurun, dostlarımız da danışsın, sonra mən devam edeyim. Çox sağ olun, çox təşəkkür. Biz bu gün Güney Azərbaycandan Baxış proqramının 92-ci bölümündəyik. Sayın İnsaf Əlibəy Hidayətin sözləri ilə, söhbətləri ilə başladıq proqramı. Proqramımızda əziz Türkan Bozqurt vardır. Yəni, hətta məzur olduğuna rağmen, ərəbcə işlədim. Yəni, biraz halınız yaxşı olmadığınıza rağmen katılmışsınız. Əlahətdə təşəkkür edirəm. Siz də buyurun bir selamlaşın yoldaşlarla və bizə görə geçən həftə ən önəmli məsələ və ən önəmli qonu ki, Güney Azərbaycanı ilgiləndirə bilər. Lap belə içindən uluslararası qadınlar günü və ya uluslararası işçi qadınlar günüdür. O barədə siz buyurun Türkan xanım bir selamlaşın, biz söyləşimizi devam edelim. Selamlar deyirəm hamıya, sizə, burada olan hamıya. Mən öncəliklə biraz xəstə olduğum üçün üzr istəyirəm. Bir də bugün burada iş saatləri olduğu için çok uzun qalabilməyəcəyəm. Sadəcə bir-iki mövzuda danışıb ayrılmaq zorunda qalacağım. Amma təşəkkür edirəm həm bu fürsət üçün, həm də burada bizimlə olan hamıya gəldikləri üçün. Əlbəttə, çox sağ ol. Sən ki, yəni qatılıbsan indi. Umarım ki, sağlığın həmən tez yerinə gələr. Çünki bayram da gəlir. Hətmən sağlıqlı olmalıyıq bayramla. Yeniləşəlim yeni ilinə. Uluslararası Qadınlar Günü idi. Geçən həftə Martın 8-i. Bu Martın 8-də bilirsiniz ki, indi 50-60 ildir qurulubdur. Ondan öncə fevral ayının axırlarına salırdılar. Bunun hər kəs tarixçəsinə baxa bilər. Biz burada məlumun elanı etməyəcəyik. Biz burada bəlli bir səviyyədə insanlara danışırıq ki, yəni ən azından internetləri var ki, buraya qatılıblar. Ona görə çox rahat 8 Mart Dünya Qadınlar Gününün, İşçi Qadınlar Gününün tarixçəsinə baxa bilərlər. Və biz hətmən istəyirik ki, hər kəs ki, bu buradadır və ya sonra da proqrama baxar, buna baxsınlar. Özlərini eğitsinlər ki, Qadınlar Günü necə gəlişdi. Ona görə mən burada tarixçə verməyə qalxmıram. Çünki onun lüzumu yoxdur. Mən oturam sizə. Təqribən 10 il bundan öncə mən bir yerdə söhbət eləyirdim. Bir məsələnin barəsində danışırdım. Mənim sevdiyim insanlardan biri, mən gəlib oturandan sonra 20 dəqiqə, nə bilim, yarım saat danışdım. Gəldim, oturdum, dedi ki, sən bu dedikləri elə çoxu Wikipediyada var. Mən də dedim, təbii də. Düzdür ki, Wikipediyanı mən çox akademik bir qaynaq olaraq bilmirəm. Amma o da orada yazır da. Yəni, o mənim suçum deyil. O görüşləri şey edir. Ona görə, mənə görə bu internet çox-çox önəmlidir. Əlbəttə, öyle hər kəs hər şey yaza bilər. Elə eşit kimindir, eşit dünya kimindir. Hər kəs sarsaqlaya da bilər. Yaxşıdır. Amma akademik yerlərə də girmək olar. Düzdür, bəzi yerlər qısıtlıdır. Yalnız öğrencilər girə bilərlər. Yalnız hətta bəzən bilgiyi də pulla satırlar. O da məsələn, siz filan xəbərə yetişərsiniz, o da var. Ona görə hər halükarda genel olaraq dünya Uluslararası Qadınlar Gününü, Uluslararası İşçi Qadınlar Gününün tarixçəsinə mən hər kəsi dəvət edirəm ki, burada uzun bəhs eləməyək 1900-lərin ilk illərindən nələr oldu, Sovyetlər bunu necə qarşıladı. Hal-hazirdə
Hali-hazırda dünyada 8 Mart boş gündür, tətil gündür. Halbuki bunu Batı dünyası benimsemir. Batı dünyası kapitalist dünya. O dünyayı ki qadına da, uşağa da, çocuğa da, böyüyə də, hər kəsə bir kommersialist baxışı var, konsumerist baxışı var, baxışı var. Ki o kapitalizmin lap bu çirkin üzüdür. O tətil deyil. Yəni biz görək ki bu nədir? Bir oturaq görək ki bu qadın niyə qadınlar günü tutur? Kuba tutur, bir də fikr eləyirəm Brezilya. Batı tərəfində. Doğuda da yenə də yəni Çində vardır və 5-6 məmləkətdə Rusiyada da var. 5-6 mən saya bilərəm bir. Ancaq yəni bu gələndə bu o məmləkətlərə ki qələbə etmiş bu insanlıq düşmanı, millətlər düşmanı, kapitalizm və konsumerizm, yəni tüketicilik. Bu ki hər şeyə onu tüketicilik baxışından var. Bundan nə qazana bilərəm? Qadının mesela gözəlliyindən, ya bacaqlarından, ya döşündən, ya burnundan. Biraz önce İnsaf Ali var burnundan, 2 çeşit. Ne çeşit dediniz? 10 çeşit. 10 çeşit dediniz, 2 çeşit. Aynen 10 çeşit. Bütün kadınlara baksanız 10 çeşitdir. Yani o da güzel. Her halükarda ona yaklaşımdır. Yani bu kadının mesela bu kadın özünü beğenmir. Niye beğenmir? Çünkü camiye başka yerde bunun özünü ifa etmeye, özünü azadlıklarını, özünü təhrif etmeye imkan olmayanda basır harda imkan var burnumu değiştirebilirəm qaşın. O da basır oraya. Yani siz baskı böylədir ki, operasyon baskı böylədir. Siz baskıyı bir taraftan bassanız belki oradan geri təpmədi, başka yerden geri təpdi. Hər halda geri təpəlikdir. Zulüm və baskı yani o əsabın qanunu budur. Və başqa yerdən eləyəcək. Və erkəklər də bir cürə və qadınlar da bir cürə. Hər halda lütfən bu məsələyə, yəni zəhmət çəkib, yalnız elə qulaqdan, ağızdan bizim iletişimlərimiz olmasın. Bunun tarixçəsinə baxasınız. 2-3 dənə hatta onun yanında da elə məqalələr var, elmi məqalələr var, tarixi məqalələr var, onları şeydəsiniz. Bizə görə mən Türkiyənin ayrılacaq vaxtı uğurlamayım. Bizə görə deyəndə yani bizim kimin düşünenlere. Güney Azerbaycan'ın istiqlalını, gələcəyini düşünenlere göre Azerbaycan milleti, Azerbaycan Türk milleti İslam dünyasının içinde en azından diyebiliriz ki insan haklarının ve onun içindeki hakların, kadın haklarının meşaledarı olmuştur. Umarım ki gene de öyle olar. Daha da öyle olar. Ve Batı'nın etkisi, Batı'nın o bazı kolonyal ve postkolonyal yaklaşımları ki bizim bölgede vardır. Ki yalnız fundamentalist güçleri, qeyri-milli güçleri yardım edir. Mesela bir gelirsiniz deyirsiniz ki, bu kadının mesela kadını güllə vurmuşlar ki, bu Malalayı deyirəm. Nedir o birinci adı? Nedir adı birinci? Yusuf Zay. Yusuf Zay hemen yani Yusufzade. Yusuf Zaymar'a ay bu yaralanmış, ay bu şeydir, ay bu mesela ders okumak için. Halbuki birinci mesele education, ders okumak. Ama getirirsen aynı memlekette milyonlar dolar silahı getirirsen aynı adamlara ki geçimi fakat iki çeşit uyuşturucu üretmekti bunların hayatı. Biri heroinle tiryək, biri de din. Hemen o da uyuşturucu. İkisi de uyuşturucudur. O da getirir. Hemen orada öyle kadınları, uşaqları, hiç uşağı satarsan da sen bir yerdeki kadın gelip alabilirsen, o kadına niye değer verirsen? Ben burada dayanım. Türkan başlasın. Ben bir nefes çəkim ki, duygularım, düşüncelerimi qələbə etməsin. Buyurun. Axı mən nə deyim, Oğuz bəy sizin de belə məncə çox fərqli konulara hakkında danıştınız. Siz hangi konu isteseniz uluslararası kadın hakları ki bu hafta var idi. Ben sizin danıştığınızı da dinledim 2-3 gün önce. Siz hangi konudan dinleseniz tabii ki Güney Azerbaycan şeyinden bakırıq. Siz rahat olun. Siz buyurun. Sizden eşidelim ve öğrenelim ve faydalanalım. Ya aslında mən sizin bu Qadınlar Gününü, işçi Qadınlar Gününü deməyinizi çox bəyəndim. Yəni o tarixdəsi çox yaddan çıxılıbdır məncə. Yəni bu əslində kapitalizm onu da hijack eləyir də, uğurluyur. Əlbəttə.
Yəni ona görə siz deməsəniz də mən çox qısaca bunun tarixçəsi haqqında demək istəyirəm. Çünki burada 5-10 nəfər bizimlə olsa bilməsələr, yəni elə bir dəyişim olubdu ki, Qadınlar Günündə bu Marsın 6-sı olduğu zaman bu əslində bir mübarizə günü. Yəni 21 Azər necə ki bizim Azərbaycanlılar üçün çox mühümdür, Martın 8-i də elə bir mübarizə günü olmalıydı. Yəni qadınların bu ataerkil sistemə qarşı savaşlarında öz həqlərini almaqda əslində bir mübarizə günüdür. Bir şeyi çox da əlbəttə ki bir şeyi kutlamaq istəsənsə onu da eləyə bilərsən, amma bu mübarizə yaddan çıxmamalıdır. Amma sizin dediyiniz teşində o kapitalistin səngələri gəlib, yəni Qadınlar Günü əslində feminizmin özü belə əslində o baxış açısı feminizmi özünü kapitalizmdən ayıra bilməyib. Özəlliklə konsumerizmdən və ya sizin dediyiniz təkin tükəticilikdən özünü qurtara bilməyib və bir çoxlu məmləkətlərdə olduğu təkin Güney Azərbaycanda da o mübarizə mesajından, o mübarizə yadmanından ki, dünyanın çoxlu yerlərində nə qədər qadınlar öldürülübdür bu haqda onları anmaq, onların yoluna davam etməkdən yerinə gəlib olubdur ki, hədiyyə almaq. Yəni əslində bu o həm ataerkil sistemin özünün də belə gücdə saxlama yollarından biri olubdur məsələmin. Biz bunu düşünə bilərik ki, fərqli yollarla bir çox kişiləri məsələmin ilin 364 gününü istədiklərini elədiklərini, amma bir gün Qadınlar Günü Martın 8-i olduğu zaman gəlib bir hədiyyə almaqla, iki kəlmə gözəl söz deməklə, ya nə bilim bir gül almaqla deyirlər ki, tamam da biz olduq feminist, biz bərabər istəyirik qadınların heç zülmə qarşı heç bir şeyləri yoxdur da, qutluruq da, nə var? Yəni heç fərq eləmir. Bunu siz dediniz, baxmışam, amma biz Yunas TV-də də çox danışdıq ki, məsələn, Analar, Atalar Günü necə olubdur ki, heç anasını, atasını saymayan insanlar gəlir Analar, Atalar Günündə bir dənə, nə bilim, Instagrama şəkil qoyur, ya anasına, atasına bir dənə hədiyyə alır, deyir, tamam da mən dəyər verim ki, əslində dəyər elə bir şey deyilsə, yəni dəyər əgər verirsən, dəyəri sən bütün il boyunca verməlisən, sadəcə o bir gündə olmamalıdır. Və bunu da biz yəni Güney Azərbaycanda çox görürük da. Məsələmin bir dənə Qadınlar Günündə deyək ki, bir nəfər yoldaşını aparır eşiyə, yeməyə, nə bilim, amma o ilin o birisi günləri o qadın evdə yemək bişirəndə gəlib ona bir səri təşəkkür edirəm. Nə gözəl əllərin ağarmasın, nə gözəl yemək bişiribsən demir. Ya gəlir bir gül alır deyək Qadınlar Günündə, amma o qadına verdiyi hörmət, dəyər o gülün ömründən daha az olur. Gülü gənə suya qoyursan bir həftə 10 gün qalır. Amma onun dəyəri o bir gün 24 saat olur. 24 saatdan sonra qutulur gedir. Və dediyim təkin əslində budur, bir hədiyyə almaq günü deyil. Daha çox sistematik olan o problemlərə başa düşmək, onlarla mübarizə etmək günü olduğu üçün daha öyle bir baxış açısı olmalıdır ki, Novruz bayramı deyil ki, gələsən, dedim də bir şadlığı ilə şey eləyəsən. Mübarizə üçün yaranmış o problemlərimizdən danışılmalıdır. Çox fərqli məncə işlər görülməlidir, ta ki gəlinə sadəcə hədiyyə alına, ya nə bilim, o pul. Əslində bir baxma məncə problemlərə pul atısan. Problemlərə çox gözəl pul atısan. Hər şeyə tükəticilik baxış açısından baxır. İndi deyib, burada bir fürsət var. Məsələn, nədir adı? Halloween. O biri nədir? Nə bilim, Valentine günü. Hər nə, fark eləməz. Dədələr günü, analar günü, qızlar günü, hər nə, heç fark etməz. Bir dənə bir bəhanə var, bir şey var. Ona görə gətirin görək nələr sata bilər. Və bunların cibindən, bunlar ki, gedib işləyiblər, indi bir həftə, bir ay çalışıblar, qazanıblar, hər oyundan biraz pul çıxartıblar, yemək yiyələr, geçinələr və həyatda önə düşərlər. Bunun cibindən necə uğurlaya bilərik? Bu işləyənin. Bütün məsələ işçinin başına gəlir, işləyənin başına gəlir. Çünki işləməyənlər, işləyənlərin cibindən uğurluyurlar. İşləməyənlər kimlərdirlər? Mollalar, bürokratlar, seçilməmiş insanlar.
Onlar gəlir sana cibindən bir türlü bunu uğurluyur. Ay bu nədir məhərrəmdir, biraz başıva çal, mənə biraz pul ver. Ay nədir indi oruçluqdur, ay biraz məsələn acqal gətir ver mən yiyeyim. Buyurun. Yo, tamamıyla katılıyorum yani orada çok diyebileceğim bir şey yoktu. Türkan xanım, Buyurun. yer sahipliyinə, yer yiyəliyinə nə düşünürsünüz? Özlərini o məmləkətlər üçün çox qadın haqlarının öndə gedəni məşələdarı bilirlər. Onlarda yer yiyəliyini, lən danışıq. Necə görürsünüz? Müqayisədə lap gərici yerlərlə, hər halda ən sonunda coğrafi məsələsi. Əfqanistanı misal gətirə bilərik. Nə bilim, Somaliyi gətirə bilərik misal. Yəni bu geri saxlanılmış və ya Finlandı gətirə bilərik, Suedi və ya Amerikanı hər yerisi. Yəni siz buna necə baxırsınız? Yani Sonunda feminist bilirsiniz. Sonunda kapitalizmin mənasını bizlər yer yiyəliyindən baxa bilərik. Sonunda siz bu yerə sahib olsanız, burada fabrika da qura bilərsiniz, burada hətta IT də qura bilərsiniz, hər nə. Bu yerə sahib olmaq. Yer yüzündə bəlli işləniləcək yerlər məhdud yerlərdir, değil mi? Və siz yerə kira verirsiniz. Kimə kira verirsiniz? Yerin yiyəsinə. Halbuki bəlli deyil o yerə hardan yiyə olmuş o. Tamam mı? Və qadın yiyəliyi. Məsələn, baxırıq, görürük, məsələn, bir şəhərdə, deyəlim ki, 100 kilometr qara, məsələn, 100 kilometr mürəbbə yer var, yaşamağa. Bunun yüzdə neçəsi qadın yiyəliyidir. Bunun tapusuna baxanda yüzdə neçəsi qadındır. Bütün sahibliyi deyirəm, yoxsa yarı-yarı yox. Və yüzdə neçəsi erkəyidir. Və buna baxılmalı. Mən deyəm, bu barədə danışmaq istəyirsiniz, yoxsa sonra danışaq. Mən istədim, siz müqayisə eləyəsiniz Finlandı, Suedi, Əfqanistanla, nə bilim, Sudanla, yəni bizə görə bu qadın şeyində gəridə qalmış yerlərin sözdə. Buyur. Yok, aslında karşılaştırabilmezsiniz ki siz çok bayaq dediniz ki eğitim birinci məsələdir. Siz mesela biz eğer Afganistan'dan danışırsak eğitimi olmayan birisi necə yer sahibi olacaqdır? Ben bunu başa düşmürəm. Yani eğer senin eğitimin yoksa olmayan erkek olur. Ya əlbəttə erkəklərin doğal olaraq bir yerə torpağa sahiblığı vardı o kimi məmləkətlərdə. Mənim dədəmin bir yeri varsa, dədəm öləndən sonra Əfqanistan kimi yerlərdə gəlib mənə çatmır, mənim qardaşıma çatır. Ona görə belə nəsildən nəsilə keçən bir o torpağın sahiblığı vardı. Amma o torpağın sahiblığı qızlara, qadınlara getmir. Özəlliklə ki İslamdan gələn məmləkətləri fikirləşdiyimiz zaman. Bilginiz var mı şeydən, Skandinav ölkələrindən? Necə olur? Bunları istəsəniz sonra, halınız daha yaxşı olanda, mən də bir baxayım, araşdırayım. Mənə doğrudan maraqlıdır. Biləm ki, İnsaf Əlibəy, siz də əgər buna qatılmaq istəyirəm. Mən baxıram, görüm, tapa bilirəm. Türkan, mənə görə, mən burada 50 nəfərin adı gəlir. Mənə görə yer yiyəliyi, tam Türkçe deyirəm, böyle olur. Mesela toprak sahipliği. Toprak, yer, sonunda yer. Yani mesela siz bir şehre bakanda Türkan, mesela New York'a baksınız. Onda binalar var, yer var, xiyabanlar, evler. Yani görürsünüz o binalar. Bakmayarak ki 1909'da biraz önce dedim, tarih demeyeceğim. New York'tan başlamış kadınlar harekatı. Bu kadınlar, uluslararası kadınlar günü. Hadi. İndi o New York'da ki dünyanın prime toprağıdır. Yani en bahalı dünyada metri mürəbbə yer oradadır. İndi bu yüzdə neçəsi nə qadın sahibdir? İndi aynı şey biz Əfqanistan'da Kabul'a da baxa bilərik. Məzar Şərifə də baxa bilərik. Helsinki'yə, Turku deyirəm, Turkuya da baxa bilərik. Buyurun.
Bu barədə bir şey demək istəyirsiniz, yoxsa bunu keçək? Şeyə baxın. Genel kişilerin olduğunu diyeyim ama ben hatta mesela ben batıdan fark edemiyorum. Bunu Afganistan'da olsun, New York'tan olsun. Yani dünyanın o pulu veya hazinesinin çoxu zaten kişilerin olduğu için orada statistik olarak ben de bilmiyorum, belki İnsaf Əli Google'dan baxıb tapa bilər ama eminim ki kişilerin daha çoxdur. Ama biz ondan da getiririk de bu hatta eğer biz torpaq məsələsinə baxırsa, indi torpaqların çoxu da o kapitalizmə görə şirkətlərə aid olubdur. Yəni o şəxsi torpaq alış-verişi də çox məsələmin sayz olaraq azalıbdır. Daha çox şirkətlər gəlir bunun hamısına. O neoliberalizmin məncə gətirdiyi problemlərdən bir dənəsidir ki, məsələn hətta Covid zamanı siz korona olduğu zaman baksanız ki yerlerin, torpaqların şeyleri, qiymətləri çox yendi aşağı. Görürdünüz bir çox böyük yatırım eləyən şirkətlərin hamısı gedirdi evləri veya bir eriyanın. Çünki qiymətləri azalmışdı. İndi özünə yatırım elirdi. Əslində məntiqli bir şeydir. Gelirsən ucuz olanda alırsan, başlısan üstüne bina tikirsən, nə elirsən, sonra üstündən milyarlar dolar pul kazanırsan. Yani o hatta biz o şəxsi torpaq sahibi olmaktan da Batı dünyası getir o yana da. Devletler bile artık o kadar torpaq sahibi değil. Bu Queen'in Queen deyəndə İngiltere kraliçesinin kral oldu da bilmiyorum. Mesela onların sahip olduğu torpaqlara baktığımız zaman Kanada içerisinde veya farklı kolonilerde sadece o parçalarda ya o kimi böyük təbii yerlerde ki qalınıbdı. Ondan sonra hamısı ya pharmaceutical şirketlərdir ki dərman üstündə işləyirlər ya da torpaq üzerinde agricultural yani ne diyorlar? Əkinçilik eləyən, amma bunların hamısını deyirəm, yəni bizim indi əkinçilik batıda olan əkinçilik doğuda, yəni bizim tərəflərdə olan əkinçilik deyil. Elə deyil ki, məsələn bir ailədir, gələ məsələn 10 dənə donquzu ola, 10 dənə davarı ola, 10 dənə malı ola, elə bir şey qalmayıb. Hamısı böyük şirkətlər işlədirlər. Ona görə o torpağın sahibi də artıq məsələn bir dənə Türkən, İnsaf Əli bəy ya Oğuz bəy deyil. Yəni böyük bir şirkətdir ki, o torpaqları kontrol edir. Deyirəm məsələn McDonald's toprağın yiyəliyi önemlidir, o şirkətin yiyəliyidir. Çünki toprağa siz yiyə olsanız, o şirkət də gəlib sizə kira verəcək və ya sizdən lis alacaq. Yəni sonunda, yəni düzdür ki, biraz klasik sual soruşdum. Yəni topraq yiyəliyi biraz klasik yiyəlikdir. Çünki indi bir dənə şirkət ola bilər, bir dənə kompüterdə yalnız var. Yəni bütün məcazi dünyada. Məsələn, neçə bilyon dolar. Yəni indi bəzi şirkətlərin ki, yalnız kompüterdədir, yəni internet sahəsindədir. Bəzi məmləkətlərin budjetindən onların pulu çoxdur, gücü çoxdur. Bu daha indi modern. Amma klasik olaraq torpaq canlaka getmək istəyirsiniz. Sadəcə deyirsiniz ki, siz canlaka getmək istəyirsiniz. Onun başına deyin. Torpaq yiyəliyi də. Yani indi torpaq oranı biraz ben buna Canlak baxış açısıyla baxıram, amma sonra Canlakın baxış açısını bu özellikle İngilislər çox manipulə ediblər. Mən əslində qəbul torpaq o torpağın sahibi o torpağı işlədəndir. O torpaqdan bir şey kazanandır, o torpağa əmək verəndir. İşləyəndir torpaq. Deyirəm 1900'lərdən, 1909'lardan indiyəcən qadın haqları daxilində nə bilim oy vermək, oy almaq və ya öz bədəninə daha çox sahib olmaq, uşağı tutmaqda və ya tutmamaqda və ya ailə düzənində boşanma haqları, evlənmə haqları. Burada gəlişmə var. Bəli. Mənə görə 1909'dan indiyəcən gəlişmə var. Ancaq yer yiyəliyində mən çox gəlişmə səzmirəm. Ona görə o sualın bütün budur. Güzel sualdır. Çünki çox önəmlidir. Oxford İrland yazıbdır ki, kulli dünyada, dünyanın bu yer kürəsinin üzrində əvvəl deyin kim yazıb sonra.
Oxford, İrland yazıbdı ki Oxford yer İrlanda değil ki. kürəsinin üzündə qadınların 1% yer səhmi var. Aldıqları əllərində o malikiyyəti %1'i qadınların Çox əlindədir. Çox cüz. Yəni, buna baxarıq. Mən bunun qaynağına İnsaf Əli bəy onun o saytını, hər nədə onu deyər. Buna gənə də baxarıq. Bu məsələ bitən məsələ deyil. Yəni, bir dənə gül alıb birinə verməklə bu məsələ böyle deyil. Çünki zaten biz böyle yaxlaşırıq da görürsünüz. Çünki o məsələ o qədər deşməlisən ki, məsələ həll olur. Və hər kəs də desə öyle deyil, yox. O elə deyil, ona görə onu danışacaqsan. Yer yiyəliyi çox, düzdür ki, biraz klasik yaxlaşımdır. Ha? Siz də onu şey etdiniz. Məni ifşa elədiniz ki, bu. Çünki o hətta sahiblığı, şəxsiyyəti, vətəndaşlığı, citizenliyi şeylə o İngiltərədən başlanmış düşüncələrdir. Yer sahibi, landlord, yer sahibi. Siz landlord olsanız gedib rəy verə bilərsiniz. Əgər oxumuşsunuz bunları, bilirsiniz nə deyir. Onunla bağlı mən sizə bir dənə əslində statistik verərəm. Madəm üçümüz də Kanadadayıq, Kanada ilə bağlı. Bilmirəm, bilirsiniz ya yox, Kanada ədalət sistemində jury deyə bir konsept vardı ki, insanların, yəni vətəndaşlardan olan bir 10 nəfər, dəqiq nümunə sayısı yadımda deyil. Bəzən 9'dur, bəzən 12'dir fərqli. Olur ki, gedirlər, otururlar, bir кейsə baxırlar, amma bu çox mühüm olur da. Yəni orada məhkəmədə olan insanın həyat-məmat məsələsi olur. Çünki bunlar da qərar verir. Bu jury dediyimiz. Jury kəlməsinin türkçəsini bilirsiniz Oğuz bəy? Nəyi? Jury. Jury deyirlər. Jury. İranda heyəti münsifət İran ki, mən bilmirəm. Mən də farklı baxıyorum. Türkçədə jury deyirlər, jury heyəti. Jury heyəti. Ancaq bu jury heyəti batıdan gəlmiş bizim əridə qalmış mədəniyyətimizə batıdan gəlmiş bir hədiyyədir jury. Jury nə demək? Sizin özünüz kimin adamlar otursunlar orada. Və özünüzə bənzər, özünüzün sinifində, klasında adamlar otursun orada, sizi yargılasınlar. Ancaq gənə də o yargı o deyil. Gənə də onu bir hakem də bir baxmalıdır. Mənə görə yaxşı sistemdir. Onun da axsaqlıqları var. Buyur. Onu danışa bilər o yaxşı pisliğin fərqli bir mövzudur. Sadəcə bu qadın və torpaq sahib olma məsələsində Kanada içərisində, Amerikada da necə jüri seçdikləri yəni ümumilə iki yoldandır. Ya bir yollarından biri sənin o voter ID dediğimiz bir liste vardı ki, eğer sen gelip bir seçim olduğu zaman rəy verirsən, səs verirsənsə, sən adın o listede qalır və ikinci bir yol bir seçirlər ki, torpaq sahiblığı. Baxırlar ki, kimin torpaq sahibidir və o bir spesifik bir yerdə yaşayır, gedib oradan adam seçir ki, məsələn, bu məhkəmə, bu xiyabanda, bu yerdədir, deməli adamları da buradan seçməyə çalışır. Amma iki məsələ olur burada. Biri bu olur ki, əgər sənin torpağın yoxsa, deməli sənin jüriyə seçilmə statistikan şansın o qədər də gedir aşağı. Və ikinci bir məsələ başlayır ki, sənin torpağın olsa bile siz dediğiniz tekin o torpaqların çoxu kişilərə aid olduğu üçün, yəni kişi deyəndə erkek anlamında. Çünki kişi erkəklərə aid doğru deyil. Bəli. Erkeklere ayrı olduğu için erkekler seçilir. Ve aynı zamanda buna hem kilas meselesi olur aslında bu jüri seçimi. Ayrı bir mesele de olur, ırk meselesi olur. Çünkü baktığımız zaman torpaq sahiblərinin çoxu ağdərli veya burada daha uzun zaman onlardı. Yani ne immigrantlardır ki, təzə mültəcilər buraya gəliblər, nə də ki qaradərli ya buranın öz yerli indigenous xalqı, onların heç biri olmur. Yani bu torpaq məsələsi biraz her şeye çok etkili, her şey. Hem ekonomik ben ona məsələni yer yiyəliyi məsələsini falan hala düzdür ki, ben biraz önce arz elədim, bazı şirketler var ki, yalnız internettedir. Yani diyelim mecazi şeydir. Yani dokunulacak bir şeydir. Onların bəzilərinin onlar gene de fiziksel olarak var olmak zorundadırlar. Çünkü onların gene fiziksel olarak var olmak zorundadırlar. Çünkü o data sistemleri var ki. Mesela şirket var. Siz bir app düzeltirsiniz bir gün. O app tutur. O app bir yıldan sonra olur 10 milyon dolar onun değeri. Çok güzel. Ha? Ama o yeni inşallah ki böyle olsun.
Onu bilerek deyirəm gene də, onu anlayarak modern commerce, modern business necə və modern sərmayə necədir, onu biləndən sonra və onu danışandan sonra mən gene də işarə edirəm. Çünki adam onun sahibi, o gedib bir yerdə yatacaqdır Türkçe. Çünki hələ biz yerin üzündə, orada başqa yerdə mesela International Space Station'da yatmırıq. O yer yiyəliyi mənə görə çox önəmlidir. Ve biz ve aborşunda, ne bileyim, kadın boşanma haklarında, kadın bunlarda gelişmişsek diye 1909'dan indiyeceğim. Hatta Azerbaycan'da bunun ilerilerinden olmuş olsa ve başka memleketler gerilerinden olmuş olsa ve hala da uşaklar alınıp satılıyorsa ve hala da bu il 2023'te 100 milyona yakın uşaq dərs oxumaqdan, qız uşağını ərz edirəm. Qız uşağı dərs oxumaqdan məhrum isə değişik nedenlere göre, biri de qoxumuş düşünceler, 1400 illik, 2000 illik qoxumuş düşüncelerin, çiftsemiş düşüncelerin sayesinde ve başka meseleler de var. Ancak 100 milyona yakın, yani qız uşağı eğitimsizdir. Bunların hamısının yanında gene de o qız uşağı bir yerde yatır. Bir tane oğlan aynı yerde, oğlan da doğulmuş, kız da doğulmuş. Bacısı var, kardeşi var. O kardeşin sonunda amara gələndə, statistika gələndə, matematiksinə gələndə, onun elmisinə gələndə yer yiyəli, o yer ki yatır ha. Qoyaq milyonlar doları var və ya yoxdur. Qoyaq mecazi olarak dünyaya sahip. Sonunda bir yerde yatır, o kira verir veya vermir. O yer yiyəli mənə görə hala geçerlidir, o yer yiyəliyindən danışmaq. Məncə bir çox konuda məncə qadın hüquqlarına baxdığımız zaman sadəcə üst düzeyde olan problemler çözülübdü da. O en asanları çözülübdü. O derinliğine enilmeyibdi. Onun için yani yiyeliktir. Sahiplik. Siz yerin sahibi olsanız, mesela Batı'da görürsünüz ki, sizin sözünüzü kestim, özür dilerim. Beraber bir yerde yaşıyorsunuz. O sizindir. Orada beraber yaşıyorsunuz bir süre. O sizin daha önemli değil kimin adı orada yazıldı. Ama çok güzel yaklaşımdır. Çok güzel yaklaşım. Mənə görə o çok bura mənimdir de. Öyle değil ki erkek keyfi gələndə bilirsiniz kültürde vardır. Çok iğrenç ve biraz önce gene de tekrar edeyim. Çiftlenmiş kültürde bu var. Ha çık git. O niye diyebilir? Ye olduğuna göre. Yer yiyeli hala çok önemlidir. Herhalde bunu danıştık. İçinizde de bu sualı verim. Sizin bilirsiniz ki Türkan xanım en çok tutmağa çalışıram. Bilirəm siz de məşğulsunuz, dersiniz var. Güney Azerbaycan'da da dünyanın her yeri kimin ve ondan da daha çok felaketli en çok yer yiyeliği erkek adındadır. Necə ki Türkan işarələdi. Zaten öləndə çoxu qalır. İki beraberdir, düzdür? İki beraberi kalır erkeğe. Niye? Çünkü bunun üretme organı farklıdır. Başka bir şey farklı değil. Yani üretme organının farklılığına göre o olur 2 kat. Ve ona da hala bu mallalar, malakeş mallalar var ya, eline bir yekə enli mala almışlar. Her ne çirkinlik var onun üstünü sürtürler. Onlar da deyirlər, onun bir hikmeti var, hikmeti de budur. Bütünlükle xuzabəlat ve müzəxrəfat. Halbuki hamısı müzəxrəfatdır, öyle değil. Sen onu gətirərsən, düz yaparsan, ondan sonra xuzabəlatı. Mənə görə xuzabəlat güzel şeydir. Adam oturar xuzabəlat danışır. Ancak önce onu düz yaparsın. Önce onu, bunun hakem olmalı, kadının hakem olmalı. Güney Azərbaycan ərz edirəm. Qız uşağının maldan, dədə malından, yani nənə görsən, hətta dədə malı deyirik Türkan. Baksana. Bu da güzel söz idi. Ben özümü burada yakaladım. Dedem, siz de işlettiniz bu sözü. Halbuki dedem malı olmamalı. Dedem malı demek. Ben diyeyim. Güney Azerbaycan'da da dünyanın her yeri ki, düz düştü mesela Afganistan şimdi çok felaketli değil. İslam'ın merhametlerinin sayesinde. Ancak biraz azdı. Ancak her halde
İran-Fars işgal sisteminin ki hem Şiilik, hem Farslıq, hem her şey desen onda var. Onun sayesinde daha kötü vəziyyətdədir və o İranlılaşma, Farslaşma da buna müzaif olubdur. Tahirə Bərəqani, Tahirə Qürrətül Eynidən ki, mən onu tanıyandan bəlkə 45 ildən, 45 ilə dayanar fikir edirəm onu mənim onu tanımağım. Tahirə Qürrətül Eyn ki Bədeşti çölündə 1800'lerin ortalarında birinci olarak Bədeşti çölündə bütün şeyhler, mollalar, hətta 2-3 dənə də Ayətullah var idi orada. Bədeşti çölündə bunlar, Bədeşti çölü adı Dəşti Bədeşti. Orada üzünün ürpəndi deyirlər Azərbaycan ədəbiyyatında. Həmən rubəndidir. Ürpəndini açdı və saçlarını məşhud eylədi. Məşhud eylədi. Və orada çoxları Türkan o mollalardan özlərini yaraladılar. Və özlərini öldürməyə. Çünki o zaman hamı xəncər daşıyırdı da. Hamı erkek oturmuş. Bu da geldi. Bu da müştehit. Yani müştehitten çok molladı. Tahirə xanım Bərəqani. O yani babası da Ayətullah'dır. Zorundan vermişler ərə. Gen atası da Ayətullah'dır. Yani en büyük yani şeyler dinçi aileden gelip de herkes zəhmət çəksə Tahirə xanımın tarixini oxusa çok büyük minnət qoymuş. Qoyar Güney Azərbaycanın qadın hərəkatının lap o ilklərində. Yəni 1900'lər deyil, 1800'lerin ortalarında, 1860'lar, 70'lər. Məhəmməd Şah Sultanın və Nasrəddin Şahın ilk illəri olur, fikir edirəm. Məhəmməd Şahın son illəri olur, fikir edirəm o illərdə. Və özlərini bıçaqlayanlar, özlərini öldürmə, fikirləmirəm adam öldü. Amma özlərini, yəni mən kəsərəm. Niyə ki bu Tahirə xanım ürbəndini, yəni bu nə deyirlər, niqabı üzündən açdı ki, dedi ki, bu nədir ya? Sən burada rahat otura bilirsən, mən gərək bu torbanın içində olam. Amma həm İran-Fars sistemində, ədəbiyyatında, yazılarında, hər yerdə bu adam, bu qadın hala təhrimdir. Hər türlü təhrimin altındadır bunun yazıları. Düzdür, buna yazıları tapılmır. Buna bəzi mənsub şeirlər var, yazılar var, Bağdadda, Nəcəfdə yazılar. Hamısını mən əlimə gələn hər nəyi oxumuşam zamanında. Və aşıq olmuşam bunun hətta bəzi səbk şeirlərinə. Farsça, Türkçə şeirləri var. Qadağandır, hələ də nə var? Çünki mesela Bahayi düşüncəsinə o zaman ətrafında bunun adamları olur. Da bunu demirlər ki, bu özü zaten öyle şeyxi veya Şii ve sonra da şeyxi düşüncenin içinde. Ama bunlardan çıkmış, bu adam bunlardan boşanmış yani bu. Yani bu onlara ait değil. Yani onu bir Bahayi bilip de Bahayiyyəti, elə qadın kimin Bahayiyyəti mesela eşcinsellər kimin əzmək, dağıtmaq öyle değil. O da öyle düşünsün. Her halükarda biz yani mənə görə Türkan mesela Tahirə Bərəqaninin, Tahirə Qürrətül Eynin şiirlərində, yazılarında mollaları, şeyxləri xam, cahil o zaman düşünün. Yani inanılmaz. İndi də deyəməzsiniz. Hatta Şah zamanı belə deyəməzdiniz. Orada elan edir. Batıdan gəlmə və batıdan əsinləmə Rusiyadan və Avropadan gəlmə əsinləmə bir şey değildi. Tahirə Qürrətül Eynin öyle inqilabi hərəkətləri və düşüncələri. O barədə ikinizdən də istərəm, görüş istərəm, mən də sizdən də eşidim, öyrəneyim. Səfəli bəy, siz deyirsiniz. Çünki mən Tahirə xanımı çox tanımıram, ona görə gedib əvvəl oxumalıyam, sonra gəlib danışam. Çünki mən niyə dedim Türkan? Çünki bizim bu qadın hərəkatı insan haqlarının içində çoxu batıdan əsinlənmiş. Çoxu Rusiyadan ki, yani batı hesaplanır, Qafqazların kuzeyindən gəlmiş bu düşüncələr. Rusiyadan, Avropadan. Ama bu Tahirə xanım
ki bunu içəridə də elə hər gün Azərbaycanlı məsələ hətta şair də onun söhbətini eləməz. Bizim məsələmiz yoxdur deyirik. Hətta İranda da, hətta belə yəni qadağan təhrimdir də, hala təhrimdir. Hala. Hətta çoxluq fərqidir də. Batıda olan məsələn bir nəfər olmayıbdı ki, məsələn bir nəfər olub, onun davamı gəlibdi və bu səslənibdi, öyrədilibdi, sözdən sözə, kitabdan kitaba, nəsildən nəsilə keçibdi. Amma baxın, yəni mən özüm belə Tahirə xanımı bilmirəmsə, deməli o qədər böyüməyib, gücü olmayıbdı ki, şəxsi olaraq demirəm, o çox güclü. Tahirə xanımın düşüncələri şeydir də, o payoniyerdir da. Tahirə xanım o söküb dağıdandır. O öndə gedən. Deyirəm mən bu ki üzünün bu bəndinin niqabı çəkibdi. Orada mollalar, müştəhidlər özlərini kəsdirmişlər. Ay din aradan getdi, qiyamət gəldi. Yəni rapçır olacaq. Ha böyle olubdu. Və mən onları oxumuşam falan o zaman. Amma maalesef indi məsələn istəsən bunlardan danışaq. Məsələn Bahayiliyi tarif edir və ya əsla Bahayiliyin əlaqəsi yoxdur. Tahirə xanım bunların hamısından geçmiş və umarım ki yoldaşlar Tahirə xanımı yazılarını din kölgəsindən ötə baxalar. Buyurun, içinizdən də hətmən ki eşitmək istərəm bu barədə. Çox sağ olun, təşəkkür edirəm. Tahirə xanım Qürrətül Eynə görə mənim də savadım yoxdur. Bir şey oxumamışam. Mən də o adamlardan ki təhrim eləmişəm əslində. Yəni bilirsiniz, bu doğrudur. Yəni o İranda, İran tarixində təəssüflə hər kəsi istəyiblər ki, vuralar qırağa toplumdan, bu sistemə gəlməyən insanlar bunu öyrəşməyələr, danışməyələr, ona bir dinsizlik ya ziddi din adı vurarlar. Və bunu məsələn, ruznamə çıxır, deyir ki, bu ruznamə şeydir, məsələn, bir ayrı dindir. Mədrəsə açılır, deyir, bir ayrı dindir. Yəni, ora gedən, məsələn, filan olur, bəhman olur. Mütəəssifanə Qürrətül Eynin və bəqi o birisi insanların da düşünür, insanların da nə qədər, belə bir möhür vurur. Biz hətta din də gətsələr, onlara görə oxumamışıq. Məsələn, onları bilirsiniz, Qürrətül Şeydən bizlə bu taza din gətiribdir. 2012-də mənim öz blogumda görünə bilər, Tahirə xanım Qürrətül Eynə xitabən şiirim vardır. Yəni, çox məhduddur da, yoxdur deyil ki. Yoxdur deyil, oxuyanlar var. Amma məsələn, mənim özümün zihnimdə və mən ona bahayilik gözlüyündən ötədə baxmışam. Ona bir qadın haqlarının Güney Azərbaycanda başlayanı görərək baxmışam. Buyurun. Bu, əlbəttə, ondan qabaqda xanımlar var, ondan sonra da xanımlar var. Amma bu iki məsələn bir dana xanıma qadın haqlarını, qadının üsyanı ki, mən niyə görə, sən niyə bir yerə gedəndə torbada olmamalısan, mən olmalıyam. Və mənə görə hər erkək ki, buna izin versə, bunun yolunu açsa, o da o şeydir. Yəni sakit oturmaq yoxdur. Aynı odur ki, biz indi 44 ildir ki, Allah, mən bunları söz gəlişi deyirəm. 44 ildir ki, stadyuma gedirlər. Güney Azərbaycanın traktoruna, nə bilim, bu tərəfdən deyirlər ki, Azərbaycan, o tərəfdən də bağırırlar, var olsun. Biz bunları hamısını gənə də o İran, Fars, o cəhrici sistemin içində görürük. Çünki sən əgər öz bacını, hətmən bir bacın var, hətmən bir qız yoldaşın var, mən o erkəyə xitab edirəm bunu. Sən hətmən bir nənən var, bir yerdən gəlibsən də, nə bilim, yəni sən onun əlini yapışıb gedə bilmirsən orada. Ki orada sən deyəsən Azərbaycan, o da deyə var olsun, istəməyən də ki, orada bu şeylər deyirlər ya. Bunlar hamısı, və mən geçən dəfə Türkan xanımla danışanda dedim ki, hərəkətin ərkəkləməsidir. Ərkəkləmə də bizim mərəqədə bu tuya bir ağaca deyirlər ki, meyvə vermir. Güney Azərbaycan Milli Hərəkəti niyə ərkəkliyibdir, qıstırlanıbdır və hərəkət? Çünki o gəlir orada şuar verir. Qızını, xanımısını, nə biləm, bacısını da evdə qoy, deyirsən, otur evdə, mən gedirəm, məsələ, stadyumda traktora şuar verəm. Ondan sonra da vətərdən inqilab eləyir orada, vətərdən də nə mutlu türküm deyənə deyir. Öyle deyil. Hər kəs ki, nə mutlu türküm deyəcəksə, onun yanında bacısı olmalıdır, anası olmalıdır. Və o anasını gətirə bilməsə, bacısını və ya o tərəfdən baxsanız, o qadın qardaşını, bacısını
qardaşını, babasını gətirə bilməsə, o nə mutlum Türk'ün yenə deyirlər ya stadyumlarda. Biz həm əvvəl də demişik, əgər bunu irtica idarə edirsə, ona hamısı erkək. Bütün stadyumda 30 min nəfər. Mütləq orada demək, mən burada nə yaşıyorum? Mən burada niyə gəlmişəm? Və mənim bacım gələ bilmir. Ən böyük inqilab odur. Və oradandır ki, rejim bu şey çökür. Bu köhnə çiftləmiş sistem çökür. Çünki oradan sən o vurursan, düz onun o Akili Hill deyirlər bu. Düz vurursan onun o inciyən yerindən vurursan. Sən deyirsən ki, gəl. O da qapıda qoymayacaq. Neçə nəfəri qoymaya bilər? Neçə nəfəri qoymaya bilər? 30 min nəfər ki gəlir, ha? 30 mindən də onun yanında qadın gəlsə. Heç kimsə, heç bir güc dünyada onun qabağını ala bilməz və təcrübə də bunu göstərib. Bütün təzahüratlarda, bütün baş qaldırılarda, hər yerdə, Əlcəzairdən tutdu Venezuelasına qədər və dünyada hər yerdə baş qaldırın önündə çox olsa durmaq olmaz. Oğuz bəy, sözlər çox şirin. Bir saatdır buradayıq. Türkan xanım gedəcək. Əgər sözü verək Türkan xanıma. Yox da bir saat qutarıb, yəni program bir saatdır. Onu istəyirəm yadınıza salam. İcazə buyurun Türkan xanım danışsınlar biraz. Çünki mən buradan Türkan xanım cümlələri qutarmayıb. Yəni mən başlatmadım ki, Türkan xanım məsələn filan mövzuda bir dənə qısa mövzu dedi, qalanı qaldı. İcazə verin biraz danışsın. Xanımlar üçün nə görək, nə deyirlər əslində, nə cür düşünürlər ki, niyə Azərbaycanda, dünyada. Bir bunu görək. Ondan sonra əgər istəsəz davam elərdik. Buyurun Türkan xanım. Əslində biz qadınlar günü haqqında danışdıq. Yəni onun çox belə nə olduğunu və artıq nəyə çevrildiyini danışdıq. O qonuya məncə getmək lazım deyil. Ancaq mən bu sizin qadınlar da getməlidir stadyuma. Yəni bu konuyla bağlı çox qısa məncə o qadını qoruma bir dənə fikir vardı ki, biz bacılarımızı, mamalarımızı, budur, qadınları qorumalıyıq. Kişilərin görevlərindən, rollarından bir dənəsi budur ki, qadınları qorumaqdır. Əslində, bu çox absurd bir fikirdir. Birincisi mənim beynimə bu sual gəlir ki, əgər sən bir nəfəri birindən qorumaya çalışırsan, pəs kimdən qorusan? Yəni, əgər sən məni bir kişiyə qarşı qorusan, pəs deməli, mənim eləyəcəyim şeylər deyil ki, sən qısıtlamalısan. O kişilərin eləyəcəyi şeylərdir ki, qısıtlamalıdır da. Yəni, biz, məsələn, qadına qarşı şiddətdən qoruram, qadına qarşı, nə bilim, zorakılıqdan qoruram. Sən əgər bu cür giyinsən, sənin başlayan bəzi pis işlər gəlməz. Yəni, bu qoruma məncə fikridir. Hətta bu stadyuma getməyə də fikirləşsən, ay mən səni aparamaram stadyuma. Əgər bir polis gəlsə, nə bilim, tüfəylə vursa, sənə bir şey olsa, mən tamam olsun, ölsün. Yəni əgər bir nəfər ölünəcəksə, burada kişi, nə bilim, qadın çox da fərq eləmir. Necə ki, bir kişinin, bir insanın, bir erkəyin bir insan olaraq haqqı vardır vətən yolunda qan tökə ölə. Eyni haqqı bir qadına da verilməlidir. Heç fərqi yoxdur. Yəni əminəm ki, mən öyrənsəm nə cür əsləhə tutulmalıdır, nə cür eləməlidir. Bunu mən eləmək istəyirəm anlamında demirəm, amma böyük bir konsept olaraq deyirəm ki, əgər biri bunu eləmək istəyirsə, o haqqı olmalıdır. Ayrı bir məsələ də gəlir ki, biz qadınları qoruyanda həmişə qadınları nədən qoruduğumuz fərq eləmir. Cavabımız eyni şey olur ki, qadın qısıtlanmalıdır. Əgər sən qadını, məsələmin, dedim, başqa kişilərdən qorumaya çalışsan, sənin gənə qısıtladığın, o qoyduğun metod gənə qadının elədiklərini, giydiklərini, düşüncələrini qısıtlamaq olur. Kişilərdə bir dəyişiklik olmur. Əgər məsələmin sən yəni bu qadın və qoruma. Əgər biz bu fikirdən eşiyə çıxa bilsək ki, qadın da bir insandır. Qadın da ona görə həm özünü qoruya bilər, həm özünə görə fərqli düşüncələri ola bilər. Bütün qadınlar belə, bir də indi məncə Oğuz bəy və belə bir fikir yaranıbdır ki, qadınların hamısı möhtəşəmdir, qadınların hamısı kutsaldır, qadınların hamısı çox gözəldir. Yox, yəni mənim də sevmədiyim bir qadın olaraq deyirəm, bir çox qadın vardı. Yəni bir şey deyil ki, qadın da bir insandır. Ona görə qadınların da yaxşı fikirləri var, pis
pis fikirləri var. Bəzi qadınlar var, çox gözəldirlər, çox yaxlıdırlar, bəziləri var ki, pisdirlər, çox kötü düşüncələri var. Yəni eyni şeydir. Biz nə zaman ki məncə bu fikir qadını bu ana və ya bağışlayın, ana, bacı, yoldaş karakteristiklərindən çıxarda bilib sadəcə xalis bir insan olarak görmeye başlayabilsek, kültürel olarak, toplum olarak, dünya toplumu olarak o problemlerin ve o problemlere bizim bakış açısımız da değişecektir. Çok çöz. Mənə görə Birinci və İkinci Dünya Savaşının qazananları sözdə bir kəlmə desək Batı, öndə Amerika ki Fransa və İngiliz istismarçılığının kolonyalizmin varisidir və bunu kolonyalizm döneminden postkolonyalizm dönemine getirmiştir ve bunu daha çok kültürel etmiştir. Hemen ona göre Amerika deyəndə yalnız bir şey demirəm. Belli bir devleti demirəm. Bütün Amerika ki dünyada bu imperialistik sistemi indi uyguluyur. Onlar bizim bölgede o eski koloniya olmuş yerlerde veya özleri demişken güneyde South, political South buna deyirlər İngilizce'de. Eğer ben yanlış desem beni düzeltebilirsiniz. Yani güney. O ki özünü kuzeyde bilir. O güneyde bütün milli devletleşmeyi önlüyübdür. Geçen yüzyılı İnsaf Ali Bey. Milli devletleşmeyi eğer bir devlet millileşirse milli menfaatları, tarif olmuş milli menfaatlere yöneli işler görürse onu sakit edir. Sekular devletlere karşı her zaman olur. Bu iki sisteme her zaman karşı olubdu. O güneyde, South'da ve ne deseniz o eskiden kolonyal olmuş ya her türlü kolonyal Azerbaycan özdolardan biridir. Yani orada kime çok mesela 10 tane grup var Azerbaycan'da, Afganistan'da 10 tane grup var. Biri en çok ilericidir, biri de en çok gericidir. Reaksiyonistdir. Bilirsiniz Amerika ve Batı, hatta Fransa'sı hansı gruplara daha çok yardım edir, her halükarda yolunu açır, silahını verir, eğitimini verir. En fundamentalistine, en adam satana, en heroin satanına, en uşaq satanına, en için o kız uşağını medreseye gitmek için cezalandırılanına. Ki Taliban'ın bu da olsun, El-Qaida'sı da bu olsun, DAEŞ'i de bu olsun, her ne. İran içinde 44 ildi, İran İslam Cumhuriyeti'ni bunlar nizam olarak her türlü yardım edipler. Mehmet Şah qaçanda 1979'da yoxudun o zaman İran'ın gücü, nizami gücü, siyasi gücü, içtimai gücü bölgede yoxudur. Yani bir defa Zufar deyilən bir yerde orada sosyalistler, komünistler baş kaldırı etmişler. Amerika öz itine bölgede yani Şah'a dedi ki ordu gönder onları bastır. Ve oldu. Hatta orada da ölenler oldu ve ben tanıyorum bazıları. Çünkü bizim küçeden idi birisi. Bir de ki Irak'la bazen atışardılar. Aynen Irak. Yani hiç. Ama geçen 44 ildə İran'ın indi bir oktopos kimi buna yol verilip daha buna izin verildi. Yemen diyesen, ne bileyim Sudan diyesen, ne bileyim Lübnan diyesen, Azerbaycan'daki o səssiz sellullar, yatmış sellulları deyəsən Türkiyədə. Yəni hamısı hazırdır dövləti İslamini nə deyirlər? Kərimə dövlətini, kərmə dövlətini düzəldilər. Ümumanda yoldaşlar yazabilirlər. Kərmə mərada başqa şey deyirlər. Orada deyirlər ama kərimə. Hüseyniyyum bir tərəfdə, Zeynəbiyyum bir tərəfdən, Filaniyyum bir tərəfdə. Bu İranın böyle gücünün, siyasi gücünün və nizami gücünün bölgədə artırılmasını görürük geçen 44 ildə. Halbuki həmə şey Amerikanın o propagandası budur ki, ay rejim çəncələrik, ay belələrik, biz insanlığın yanındayıq, biz demokrasinin yanındayıq, kadın haklarının yanındayıq. Əsla öyle değil. Elə bax, bu həftəki geçdik, Amerika ile İran'ın görüşləri var. Resmi görüşləri var. Nəyin barəsində? Ki orada Yemen'in orada Babil Məndəbdir nədir? Oradan
gəmilər gəlib keçəndə bunlar o Zeydi şiələrə deyirlər ki, lütfən füzələri bu gəmilərə vurmayın, o bir gəmilərə vurun. İnanın ki, bunu lütfən hər kəs. İndi dünyada deyirlər ki, get araşdır. Orada vursanız elə bu hafta görüşüblər. Heç kəsə də gizli deyil, mənim də bir yerdə gizli bir bilgim planım yoxdur. Yəni bu hafta görüşüblər. Bunlar, yəni mən o demək istəyirəm ki, Batı, ben demedim Amerika. Yani o eski kolonyalizmin varisleri bizim bölgede en çok gerici, İslamcı. Hatta bile Güney Azerbaycan Milli Hərəkatında da eğer gelişme olsa ki 10 tane grup düzəlsə, en gericisine bunlar yardım edəcəklər, görəcəksiniz. Özbək, mən getməliyəm, ona görə bu konuda getmədən öncə sizdən eşitməliyim. Bununla bağlı fikirlərimi deyim, axır sözüm olsun. Çox mühüm bir şey vardır ki, siz həm Birinci Dünya, İkinci Dünya müharibələrindən danışdıqdan sonra, yəni bu gelişmələrdən bahs etdiniz. Burada məncə bir şey deyim ki, əgər bizə qulaq asanlarla varsa onların yanında qalsın. Güc heç bir zaman verilməyibdir. Güc həmişə alınıbdır. Savaşaraq, müharibə edərək, yəni heç bir zaman verilməyibdir. Bu, Batıda olan qadın həqləri də buna daxildir. Qadınlara olan həq verilməyibdir. Yəni belə bir şey yoxdur ki, Amerika qurulanda ata-babaları oturublar, həm də qadında adam yox. Yəni o savaş dönəmində yəni İkinci Dünya Savaşı özəlliklə çox böyük, pis negativ etkiləri oldu Batıda. Hitlerin o qədər böyüməsi Nazi Almaniyanın və nə cür oldu? Oradakı kişilərin, kişi deyəndə erkəklərin hamısı savaşa getdikləri, müharibəyə getdikləri üçün o ekonomide çox böyük bir durğunluq olmaya başladı. Yəni o fabrikalarda gedib insanlar lazım idi ki, gedələr oralarda işləyələr, bu productiona köməklik eləyələr. Yoxsa o əsləhələrin də, ekonominin özünün də yola düşməsində sən işləyən işçi adamlara ehtiyacın vardı. Və erkəklərin hamısı müharibəyə, savaşa getdikləri üçün, hamısı da olmasa çoxu, əlindən gələn çoxu getdikləri üçün kim qalır ki, getsin bu fabrikalarda işləsin? Qadınlar qalır. Yəni qadınlar belə olur ki, özləri yavaş-yavaş özlərini işə, pul qazanmağa, fabrikalarda gedib işləməyə başladıktan sonra o güclərini almağa başlayırlar. Və bunlardan sonradır ki, biz Martın 8-dən danışdıq ki, niyə Martın 8-i? Yəni o fabrikalarda yandırılan, ölən qadınların protestoları idi ki, gəlib bizə qadınlar gününü veribdi. Onların gedib mən 12 saat işləmək istəmirəm, çox kiçik bir məbləğ qarşısında. Mən 8 saat adam təkin işləmək istəyirəm ki, aldığım pul da özümə yetsin. Yəni bu mübarizələrin axırıdır ki, gəlib bizə qadınlar gününü veribdi. Onun üçün biz öz həqlərimizi almaq üçün Güney Azərbaycan hərəkatında da bizim də mübarizəyə ehtiyacımız vardı. Bunu mən həm Azərbaycanlı kişilər üçün, Azərbaycanlı erkəklər üçün deyirəm, həm də o birisi erkəklər üçün deyirəm. Bütün dünyada olan. Yəni heç kim qadınlara gəlib həq verməyibdi. Biz hamısını özümüz almışıq. Bağıraraq, çığıraraq, savaşaraq, tər tökərək, qan tökərək. Bunların hamısı, yəni siz Tahirə xanımı dediniz ki, onlar gedib özlərini öldürüblər. Mən neçə dənə kişilər görəndə başlayıblar özlərinin xəttiyələrlə vurarlar. Mən neçə dənə qadın bilirəm ki, yəni özünü öldürməklə başlayır. Mən burasını qarışdırdım. Mən neçə dənə sizə o cür story və ya olay deyə bilərəm ki, orada bir kişi, bir qadın o Rusərini üzünü açdığı üçün kişilər gedib də onu öldürübdü özləri yerinə. Yəni o mübarizədə bizim neçə dənə, yəni yüz minlərcə qadınlar ölübdü. İşte buna namus davaları, yalandan da hamısına fərqli adlar verilir də. Bəziləri namus davası olur, bəziləri elə budur iş üstündə öldürülüblər, bəziləri ataları, dədələri fərqli. Sadəcə o haqq dalında getdikləri üçün, haqlarını istədikləri üçün öldürülüblər və ya ondan da bəlkə elə İran dövləti necə cəzalar yazır indi qadınlara haqları istədikləri üçün.
Yəni o bizə verilən gücdür, heç bizə verilməyəcəkdir. Bunu deməyə çalışıram. Biz onu gedib zorla almalıyıq və zorla olacaqdır. Heç kim gücündən əl çəkmək istəmir. İndi bu bir insan olsun, bir orqanizasyon olsun, bir dövlət olsun. Yəni sən o gücü gedib zorla da olsa almalısan ki, bir yerə çatasan. Ancaq o zaman gücü olur. Yoxsa sənə əgər bir hədiyyə olaraq verilibsə, əmin olun o güc deyil. Bir də bu biz feminist deyəndə insanlar çox bu feminist kəlməsi ilə həm orada çox qalırlar, dururlar, ona çox təzad baxırlar və onun bir ideoloji olduğunu məncə başa düşmürlər ki, məsələmin kapitalizm, məsələmin sosializm, məsələmin demokrasi necə bir dənə özünə görə ideolojidir də, o spektrumda əslində bu tərəfi də var, o tərəfi də var, ortası da var. Feminizm də o cür bir ideolojidir. Yəni sağı da var, solu da var və bir ideoloji olduğu üçün manipulə edilə bilər. Məsələmin siz Ərəqdan və Əfqanistandan danışdınız ki, Batı dövlətləri deyəndə daha çox Amerika gedib oranı işğal edib. Amerika məsələmin Əfqanistana getdiyi zaman oraya özü üçün getmişdi də. Yəni nə üçün getmişdi? Sovyetlər başlamışdı gedə Əfqanistana. Onun üçün onları o zaman bilirsiniz soyuq savaş var idi. Soyuq savaş olduğu zaman nə zaman ki Sovyetlər başladılar öz güclərinə biraz o tərəflərə şeylərlər. Amerika da deyir benim gözümün önündə yapamazsın. Götürür bütün əskərlərini dünyanın bu başından aparır oraya. Amma buraya gedəndə öz millətini necə deyir ki, mən buraya bütün ona bir dənə səbəb gətirməlidir ki, o səbəbin deyə də mən buna gedirəm. Məsələn, Hillary Clinton'un çox gözəl deyəndə burada bərraq anlamında mən işlədirəm. Gözəl olduğu üçün. Yox, feminizmi necə manipulə elədiyini biz görürük. Məsələmin deyir ki, biz gedirik Əfqan ya Ərəqdə olan qadınlara, biz onları gedirik azadlığa aparaq. Biz getməliyik ki, Talibandan qurtaraq. Ki, baxdığımız zaman işinə bəlkə onlar özləri, yəni Amerikan əskərlərinin oradakı qadınlara, insanlara elədiyi təcavüzləri, oradakı uşaqlara elədiyi şeyləri biz fikirləşəndə heç feminizmlə əlaqəsi yoxdur. Onun üçün sadəcə bunu demək istəyirdim ki, feminizm və ya qadın həqləri də bir güc formasıdır. Onun üçün bir ideolojidir və bir ideoloji olduğu üçün ona nə qədər çox inanan olsa, ona qədər çox güvənən olsa, beləndə sənə elə bir mal yayırsan da, beləndə daha çox mal olur ki, sən onu yaya bilərsən, ondan güc götürə bilərsən, ala bilərsən. Onun üçün feminizm də elə işlədilib də, Əraqa gedəndə Amerika işlədibdir məsələmin. Ya elə İranın özündə bu 2022 protestolarını necə Batının o feminizm woke movementinə belə puzzle kimi yerləşdiyini çox gözəl görürük ki, niyə bir bələn səs gətirdi, amma Azərbaycan da olan protestolar qabaqdan ırq məsələləri üstündə, Aristotelə məsələləri üstündə bu qədər səs gətirmirdi. Yəni bu feminizm dediyimiz zaman və qadın həqləri dediyimiz zaman onun üçün mən iki şeylə buraxmaq istəyirəm. Bir, bizə həq verilməyəcəkdir, biz onu özümüz almalıyıq, onun üstündə fədakarlıq da eləməliyik, vaxtımızı da qoymalıyıq, qanımızı da töhməliyik ki, alaq. Belə olub da həmişə. Bundan heç fərqli olmayıbdır o birisi ölkələrdə. Ayrı bir yolumuz yoxdur. İkincisi də bu da biz diqqətli olmalıyıq ki, hansı söyləntilər kimlərə köməklik edir. Biz başqa insanların stratejisində o şətranc oyunundakı əskər olmamalıyıq. Onları gətirib öz şətranc oyunumuzdakı əskər eləməliyik ki, onlar bizə o piyon olmalıdırlar ki, onlar bizə necə köməklik edə bilərlər. Türkan, mən sizi nə qədər çox tuta bilsəm, o qədər mutlu. Türkan, sorudur. Atıram ortaya ola bilər, cavab verəsiniz, verməyəsiniz. Önemli deyil. O şətranc oyunundakı əskər olmamalıyıq. Onları gətirib öz... Birisi sizin səsinizi yayır. Kimdir o? Siz misiniz? Mən başqa bir yerdən açdım. Yazılar nə gəlir? Nə cür olur ki, bu şey verirlər, sülh və ya barış ödülü Nobel adına. Alfred Nobel'in adına. Ancaq illa qadına da, İran sahəsinin içində. Ancaq məsələ gətirirlər Şirin İbadiyə
verirlər bunu. Gəlib orada elə o Nobeli alanda, o Nobeli ki alır əlinə o şeyi, orada deyir ki, mən Kuruşun nəvəsiyəm. Məsələn, bir dənə cəlladın, adam öldürənin, bir dənə adamı ki, biz Kuruşu hardan tanıyırıq? Herodotdan tanıyırıq da. Hardan tanıyacaq? Heç kəs, biz Kuruşu tanımırıq əslən. Və ya şeydən, nə bilim, Tevratda da işarə olunub ki, gəldi məsələn, elədi, hər kəs desə baxsın. Yəni, və ya Nərgis Məhəmmədiyə və ya mən bunlara əslə qarşı deyiləm. Yəni, o düşmanın tərəfidir, o İran tərəfidir. Amma Güney Azərbaycanın müqəddəratını, öz müqəddəratını özü təyin eləyəcək qadınlardan və ya erkəklərdən. Nə mən o qədər, yəni mənə görə fərq eləməz qadın. Niyə məsələn? Yəni sözdür deyirəm, siz məcbur deyilsiniz cavab, çünki siz bunun müxatəbi deyilsiniz bu sualın. Amma elə həmən o post-colonial approach İngilizcə. Yəni o yuxarıdan aşağıya baxmaq. Səni mən məxluq elərəm. Sənin bölgəndə fundamentalistləri mən iş başına gətirərəm. O Kenan Evren'in Türkiyədə şeyi kimin? Kudutası kimin ki? Kenan Evren kudut elədi. Amerikalı Kenan Evren. Gətirdi İmam Xatibləri, İslamcıları iş başına gətirdi. İndi gətirdi buraya getirdi. Ki orada bir qadın normal yəni oturur otobusda. Öbürü erkek veya kadın özüne o hakkı verir Türkiye'de. Layık, sekular Türkiye'de. Der sen niye böyle giyinipsən? Erkek onu bakar tahrik olur. Yani hemen o İran'dan gelmiş esintiler. Yani bu hardan başladı? Kenan Evren'in şeyinden. Demin adı Kudutasından ki mən özümdə şəxsi olaraq təcrübə eləmişəm. Gətirirsə, bəlli standart eğitim sistemi var Türkiye'de. Cumhuriyette kurulmuş. Onun yanında bir de İslamcı İmam Hatipler deyirlər, eğer bilmirsən Türkçe. Bilirsən İmam Hatipler değil mi? Bilirsən. Bir tane bir müvazi eğitim sistemi yaradırsan. Ki ondan məzun olanlar indi idarə edirlər Türkiyədə. Bunu şəhridarından tutdu, süpürgəçisindən tuttu, telefon dalında cavab verən, telefon arkasında cavab verənindən tuttu, prezidentinə qədər, hər kəsinə qədər İmam Hatipdən çıxanda, yəni aynı bu İrandakı sistem kimi. Özbək, mən keçməliyim. Amma sualla bırakırsınız. Necə olur ki, məsələn, mən eyni Türkiyə devlətində biz geçən il zəlzələ oldu, çox böyük bir zəlzələ oldu, yadınıza gəlsə. Necə olur ki, o zəlzələnin o zəlzələlər üçün Türkiyə o fay xəttində olan ölkələrdən bir dənəsidir. Onun üçün zəlzələ çoxdur və gözəl bir iş eləyiblər. Bu özəl olaraq bir zəlzələ organizasyonu yaradıblar ki, Türkiyədə belə işlər olanda onlara baxa, həm maliyyə açıdan, həm dərman açısından döhdürə bu tür şeylər ehtiyacı olanda. Amma necə olur ki, oranın, o organizasyonun başı ki, direktörü, ən yuxarısı, məsələmin gedib, əgər biz tıp oxuyan birisi deyil, ya gedib məsələmin seismology oxuyan birisi deyil ki, önemli değil, o gərək. Amma İmam Hatipli bir insandır. Niyə olur ki, bunların heç birində, yəni oradakı o mafya şəbəkəsi kimi. Ay sağ ol. Şeyi, örümü, o ki, örümcək kimi, biraz önce İnsaf Ali Bey toratan dedi. Bizdə toratan bilmirlər, bizdə örümcək və ya tortu oxuyan. O din müəssisəsi aynı bir mafya müəssisəsi kimindir. Gələn dəfədə bu din məsələsi. Hətta heç bir şeydən də çıxmasa, məsələ adam bərq işinin, enerji işinin vəziridir bu yerlərdə. Amma heç başı çıxmır. Amma namaz qılmağı bətər bilir. O qədər namaz qılıb anında məsələn şey qabarlayıbdır. Bu çox güzel. Hər halükarda. Amma aynı işi bu tərəfdə görür. Aynı işi. Əgər qərardır barış neydi adı? Mən getməliyəm. Çox üzr istəyirəm. Çox təşəkkür edirəm. Özünüzə yaxşı İnsaf Ali Bey, sizi gördüyümə sevindim. Sağ olun, sağ olun. Allah'a şükür. Muhabbet özünüzdən müvazif olun. Həm Tahirə xanım barəsində danışacağıq gələn dəfə. Bir də ki, bu sualı ki, bu Nobel niyə məsələn Güney Azərbaycan milli hərəkətçilərinə yox, İran adamlarına verilir? Özündən qayıdır. Hörmətiniz sağ olun. Sağ olun. Görüşürüz. Okey, Oğuz Bey. İndi
Qaldıq bizim ikimiz meydanda. Siz buyurun. Siz lütfen mən küçümsəmirəm nə Nərgiz xanım Məhəmmədiyi, nə Şirin xanım İbadiyi. Amma iki çeşit orada Türk var o bölgədə. İki çeşit insan var. İrançılar, Azərbaycançılar. Nə cür olur ki, hətta qadına da Nobel verəndə o adamlara, qadınlarda və ya erkəsə verirlər ki, gəlsin o şeyi suxanranlıq eləyəndə ki, Nobel əlində deyir ki, mən Kuruşun nəvəsiyəm. Və öbürüsü də İrançıdır. Yəni rəsmən İranın işğalını təyid edir. Yəni həmən qadını ki, Amerikada qadın haqlarını savunur gedir həmən fabrikadakı füzə düzəldir, həmən füzə də gedir düşür Əfqanistanda, məsələn 200 dənə qadını öldürür Elə o ona bənzir. Yetirə bildin mi bu ən son sözümü? Oğuz bəy, bu qadın və erkək məsələsi deyil. Bu birincisi, indi də başlamayıb. İkinci Dünya Savaşından ya Birinci Dünya Savaşından başlamayıbdır. Bu Hindilərin, o Hindi şərqi dedikləri kompaninin Hindistanda yerləşən zamanından başlayıbdır. 150 il çəkibdir. Bu kompani Hindistanı keçirə əlinə. Və orada bir böyük sistem işlənirdi. O sistemin əsasında o zaman bilirsiniz ki, Hindistanın imperatoru Türk'dür. Amma bir beyin yıxanıbdır. Orada insanların beyin elə yıxılıblar ki, bu günləri Hindilər Kanadada, Amerikada əvvələn çox rahat mühacir edirlər, çox rahat da iş güc sahibi olurlar. Əsli stratejik iş gücün də sahibi olurlar. Çünki indi bunlara inandırıblar ki, Indo-Aryan, Hindistan, Avrupalı dillər. Bilirsiniz, beyni yıxanıbdır. İndi bizim beynimiz yıxanıbdır. Və bu, Osmanlı dövlətinin demək olar o zaman başlandı yıxılmağa ki, bizim beynimiz yıxanmağa ki, biz inandıq ki, Avropada, Amerikada bir sistem var. O sistem bizə azadlıq gətirəcək. O sistem bizə daha çox güc verəcək. O halda ki, o sistem Avropanın, Amerikanın mənfəətlərini təzmin eləmək üçündür. Siz demokrasi dediyiniz şeylə şərqdə o nəticəni alanmazsınız. Çünki o demokrasi şərqin şeyi deyil, ya müsəlman ölkələrin məhsulu deyil, ürətimi deyil. O qərbin ürətimidir. Qərbin amaçları üçün işlənən bir ürətimdir. Yəni siz əgər istəyəsiniz onu götürəsiniz, baxın tüfəkdən amaç nədir? Bir şeyi öldürməkdir. Yəni siz onu vuracaqsınız. İndi bunu hər tüfəngin amacı odur. Tüfəngi düzəldənin də amacı odur. Demokrasinin də amacı budur düzəldən budur. Necə İslamı düzəldənin də amacı budur. Daha ki, İslama çətinlənlər hamısı bir mənfəət cəzb olur ora. Onun mənfəəti var. Öz fərhənglərindən, öz kültürlərindən, öz tarixlərindən, öz dillərindən qırılırlar, gedirlər İslama tərəf. Siz o zaman ki, demokrasini qəbul edirsiniz, Amerikanın ya Avropanın demokrasisi dediğin, azadlığın dediğin qəbul edirsiniz. Siz istər-istəməz qıbla zurup olur. İster-istemez dili zurup olur. İster-istemez teknoloji zurup olur. İster-istemez siyaseti zurup olur. İster-istemez küle olursunuz. Siyasi küle olursunuz. Bunu əslən yəni inkar eləmək yeri yoxdur. Çox çətindir bunu qəbul eləmək. Amma belədir təəssüfani. Mən özüm 40 il çəkib bunu qəbul eləyəm. Taza qəbul eləyirəm ki, bu demokrasiyə siz qəbul eləsəz, Amerikanın küləliyini qəbul edəcəksiniz. Çünki o onun əlində silahdır. O silahı düzəldiblər ki, siz onu alasınız, ona əskər olasınız. Bu şeyə amaçlara baxaq. Buradan hangi məmləkət demokrasiyə gedibdir ki, Məsihiyyət, batılı Məsihiyyət dünyasının küləsi olmayıbdır. Hangi məmləkət var, əl gətirsinlər. Əgər bir məmləkət batılıya külə deyil, hətmən batılının qabağındadır. Batılı düşüncəsinin qabağındadır. Amma indi İranda gəlir görürük ki, 2 dənə xanıma şey veriblər, buradan ödül veriblər. Avrupalılar, Məsihiyyət dünyası 2 dənə xanıma ödül verib. Xanım Şirin İbadi, xanım Nərgiz Məhəmmədi. Baxırıq görürük ki, hər ikisinin də kökü Türkdür. Yəni, ama o bir şey ifade etmez. Bir dəqiqə. Baxırıq görürük ki, bu ikisinin də kökü Türkdür. Amma özlərini ifadə edəndə nə deyirlər? Mən İranlıyam, mən Kürüşlüyəm, mən filanam, mən önemlidir. Niyə? Beyni yıxanmış insanları çəkir qabağa. Beyni yıxanmış insanları ülküdür. Beyni Siz deyə bilməzsiniz o Türkdür. Oğuz bəy,
beyni yıkanmış Ermen, insanları onu ülcü siz edir. deyirsiniz. Onu siz deyirsiniz. Siz, Mən deyirəm. o demir. O özü tarif eləyir. Deyir mən İranlıyam. Bitti. Biz O, onu öyle onu kabul deyirəm. edirik. Mən onu deyirəm. Mən özüm analiz eləməliyəm. Mən analiz edib, Amerika analiz eləmir ki, ya xanım Şirin İbadi analiz O eləmir özü ki, deyir, bunu mən mən İranlıyam, burada ona İnsafəli bir İranlı Hidayət kimi olaraq mən analiz edirəm ki, burada o ödülünə bir dana simbol yaradır. Bu mən istədiyim adamdır. Ya, Sən istəyirsən mən istədiyim adam olursan, xanım Şirin İbadi kimi olacaqsan, bu cür düşünəcəksən, bu cür Kuruşun danışacaqsan, bu cür nəvəsi rəftar edəcəksən. Ülgü yaradır. Ülgünü nəyə yaradır? Məsələn, sinemada da ülgü yaradırdı. Kafesi de ülcüdür, Tim Horton'u da ülcüdür, paltarı da, cini de ülcüdür, kravatı da ülcüdür. Yani siz bunları giyəndə, mən indi bunu giymişəm, dəqiqən bu onun ülcüsünü mən götürmüşəm. Sizə ülcü yaradır. Sizə qəhrəman yaradır. Baxın, qəhrəman ama yaradır. Nərcis Məhəmmədiyə, mənim əziz qardaşım və ya Şirin İbadiyə və ya hər kəs ki özünə deyir, mən İranlıyam, mən İrancıyam, ona ay Türktür, Türk kökenli, ay bu Xamneysidir, bu şəriət mədarisi, bunlar önemli. O Yok, öyle önemlisi değil. buradır. Önemlisi buradır. Yanlıştır. O Yanlış yere beyni götürür. yıkanmış insanları sizden. Siz deyirsiniz, o deyir, mən benim yıkanmamış, mən böyle, Tamam, mən İran. mən baxacağımda, o indi mən analiz Sen edirəm tahlil onu. edə bilərsin, analiz Mən elərsin. analiz edirəm ki, o niye onu seçir? O deyir ki, biz onu İranda bir Türk cəmiyyət kimi var. qəbul Diqqət ediyor, o buyurun, bizi Oğuz bəy. yanlış yerlərə götürər. Oğuz bəy, bir diqqət buyurun. Deyir ki, mən İranda 2 nəfərə ödül verəcəm. Bunları hardan Qadınlar. seçirəm? Yox, əvvəl hardan seçirəm? Cəmiyyətin o ki, çoxluqda ondan seçirəm. Çoxluq kimdir? Qadınlardır. Qadınlar %4 ta %7 İranın amarları fərqlidir ki, erkəklərdən çoxdur. Və bu çox rəqəm edir. Yəni, məsələn, 4 milyon ta 7 milyon xanım edir üst-üstə. Ki, bunlar çoxdular toplumda. İran adlanan toplumda qadınlar çoxdular. İkinci, deyir ki, hangi millətdən verim ki, nə çoxluqdan? İranda ən çoxluq türklərdir. Toplum olaraq, insan olaraq türk dillilər, türk kökənlilər ən çox millətdirlər İranda. Bunun üçün gəlir buradan götürür. Amma kimi götürür? Ülgü götürür. Deyir ki, mən bunu ülgü yaradacağım. Ülgü də nədir? Ülgü iki şeydir. Mərufiyyət nə qədər mərufdur, nə qədər məşhurdur. 2. Pul. Orada 1 milyar dolar pul verir. Ya 1 milyar euro pul verir. Ya 1 milyon dolar. 1 milyon değil. Yok 1 milyon. 1 milyon değil. 1 milyar değil ki. 1 milyardır. Bakın. 1 milyardır. Bak da. Gələn dəfə danışacağıq. Gələn dəfə baxarıq. Orada o caizəni ki verir, ödül 1 milyarddır. Mən biləni. Mən bildiğim budur. Gələn həftə bunu bax, yox çox deyil, azdır. Azdır. Ona görə, baxın 1 milyon bir şey deyil çatır. 1 milyon İran doludur 1 milyonlarla. İran doludur 1 milyon dolarlarla. 1 milyon dolarla qəhrəman düzəldənməzlər. Baxın, Oğuz bəy, geçən zamanlarda bir dana filmi düzəldilər. Mərdi 7 milyon doları, oldu Mərdi 6 milyon doları. Niyə? Çünki Amerikanın içində 1 milyon dolar çox böyük pul idi. Sonra oldu Mərdi 6 milyon doları, çünki 1 milyon dolarlar bu şeydən çıxdılar. Bu lotariden zaten 1 milyon dolar çıxdı, insanlar çoxaldı, 6 milyon oldu. İndi daha düzəltmirlər, çünki 1 milyon, 100 milyonun mənası yoxdur. İndi milyardıların mənası var. Şeydə də bu Nobel Prize da 1 milyon değil, 1 milyar dolardır. Google ilə də, əlamamdır danışdım, siz orada bir Google eləyin. Mən eləyə bilmərəm. Orada yoldaşlar elərlər. Onu 1 milyon dolardır, 1 milyar dolardır. Bu 1 milyar dolarla verməklə neyinir? Mali qəhrəman yaradır. Sən istəyirsən, ülgü yaradır sizə. Baxın, ülgü demək qəhrəman deməkdir. Qədim Rüstəm deyirdilər məsələn, ya məsələn Çoroğlu deyirdilər, ya məsələn Nəbi deyirdilər, ya filan deyirdilər. Xanımlardan Zeynəb Paşa deyirdilər, ya Balazər xanım deyirdilər. İndi onların yerinə ki, onlar savaşırdılar, sizə ülgü düzəldir. Sinemada, televizyonda, pornoda, nə bilim orada, burada sizə qəhrəman düzəldir. İnsanlar qəhrəmanları üzərinə seçirlər. Mən kimə bənzəyəcəm? Bayaq mən işarə elədim, ağız, dodaq, burun cərrahlıq edirlər. Bunları bənzədirlər bir xanıma. Hamı
İranda və ərəblərdə də gördüm mən. Bunu indi ərəb dilinə şey olduğum üçün çox baxıram. Görürəm ki, xanımların dodaqları bənzədirlər o xanıma ki, Amerikada film oynur ha. Çox biraz dodaqları yekədir. Bilmiyorum. Hə, ona bənzədirlər. Hamı çalışır ona bənzəyir. Çünki o çox məşhurdur. Həm filmdən əlavə eşitdə də məşhurdur. Çox sevimlidir. İnsanlar ona həm gözəl olaraq, həm pullu olaraq arzularını tuturlar onu. Sizə bir ülkü yaradır. Xanım Məhəmmədini, xanım İbadini. Xanım Şirin İbadini yaratmaqla sizə bir ülkü yaradır. İstirsən ki, bu ülküyə yetişəsən, sən də belə olasan, bu cür olmalısan, bu cür olmalısan. Kuruşçu olmalısan, İrancı olmalısan, Farsçı olmalısan, O yani ödümü onu danmalısan. promote eləyir da, onu önə sürür. Onu Mən yolunu ərz edirəm açır. da, Ha. bunu sizə ülgü verir, sizə ülgüdə, amma sizə demir niyə mən ülgünü seçdim. Yok, Sizə demez. amma ülgüdə sizə deyir ki, bu ülgü kimi olmalısınız. Özünü danmalısınız. Məsələn, Şirin xanım Zəncanlıdır, türkdür, əsl türklüdür. Onu Ama siz deyirsiniz, o demiyor. bir dəqiqə, yox, özü də deyir, mən türkəm, demiş ki, türk gəlirəm. Amma deyir, mən İranlıyam. Mənim zəbanı əslim, zəbanı madərim, zəbanı müştərək, zəbanı milli, zəbanı dövlət, falan farsidir. Mənim dövlətim İrandır, mənim vətənim İrandır. Ha, bunu niyə deyir? Çünki sizin qızınız, mənim qızım, mənzurum ki, hər kəs, yəni siz, mən yox, cənabınızı misal vurmuram. Yəni bu toplumda olan insan deyir ki, qızlar deyirlər ki, mən Şirin xanım İbadə kimi, bax dünyada nə adı var, nə şöhrəti var, burada qazandığı yeri də var, o cür bir vəkil olmaq, o cür bir savaş eləmək, filan, bəhman, dünyada ehtiram qoyacaqlar, bir ülgü seçir özünə. Ülgüdə nələri əldən verir? Türkçülüğü, vətənçiliği, millətçiliği, dövlətçiliği, istemardan çıxmağı, müstəmirədən qutarmağı, onun üçün müstəmirə davam edir. Bizim beynimiz yıkanır, o beynimizin yıkanmasına daha güc verir. Yəni, dün Ənəcan bizim beynimizi yıkamağa neçə şeydən istifadə edirlər, Oğuz bəy? İstiqdan. Əvvəl təlimdən başladılar, öğretimdən başladılar mədrəsədə. Ondan sonra işdə başladılar, pul. Sən istəyirsən pul qazanasan. İndi də hər kəsi istəyirlər. Baxın, elə bu günlər ki, cənabınızla danışam, hər kəsi istəyirlər məziyyədə qoyarlar, İrancılığa qeysin, işdən çıxadırlar. Aynen öyle. İşdən atırlar. Pulun kəsirlər, tükanın bağlıdırlar, işlərin bağlıdırlar. Düzdür. Onun sosyal durumunu aşağı getirir. Çalışırlar ki, ona bir şərait yarasa, o tövbə eləsin. Mən iştibah elədim, Türkçülük elədim. Mən iştibah elədim, Azərbaycancılıq elədim. Bilirsiniz, bir tərəfdən ülgü yaradır, caizə verir, ödül verir, ona mövqeyiyyət verir, ad verir, televizyon verir, kanal verir. Aynı siyasetle müvazi Avrupa'da aynı şey diyor. Ben onu yetirmeye çalışıyorum ki. Elə o da hamı işi görür. Çünki ikisi bir şeydir. İkisi bir şey. Baxın, mən ona görə indi böləndə dostlarımız bizi bir böyük iştibah edirlər. Mən o iştibahı, mənim nəzərimdən iştibah edirlər. Bəlkə də iştibah edəmirlər. Onlar düz gedirlər, mən iştibah edirəm. Çünki bəlli olmaz ki, bir zamandan sonra bəlli olar kim iştibah edib eləməyibdir. Amma danışanda batıdan görürük ki, insanlar ya Amerikanı deyirlər, ya Yahudiləri deyirlər. Amma mən baxanda görürəm ki, bir batı dünyası var. O batı dünyası Məsihiyyət dünyasıdır. Yəni Rusu siz buradan ayıramazsınız. Rus həman işi görür ki, bu görür. Yəni Məsihiyyət dünyasının bir ayrı kodudur. Düzdür. Baxın, İnsaf Əli bəy, İran dövlətçiliyinin, İran-Fars dövlətçiliyinin bir xarici siyasətləri var. Bir de daxili siyasətləri. Batı, Amerika ve Avrupa daxil olarak, Rusya'da daxil olarak, hatta böyle Çin'de daxil olarak İran'ın xarici siyasətleriyle problemleri olsa da İran'ın daxili siyasətleriyle geçen 40 ildə müvazi hərəkət etmiştir. Bununla müvafiq mısınız? Bəli. Teşekkür. Yok. Biz saat ne vəziyyətdədir? Saat 3'ü geçirip 14 dakika. Oldu. Biz burada 3'ü yani 2 saati geçmiş danışığımız değil mi? Yok. Bir yarında başlamıştık. Bir yarında başlamıştık. Bir saat geçmiş dedi. Onlar için indi buradadılar. Ben icazə buldum. Getməmiş, istəyirsiniz gedəsiniz. Yox, mən təşəkkür edirəm. Çünki orada yazırlar və bəzilərini sonra deyərəm sizə çox yaxından böyle tanıdıklarımız var orada.
Hamıya selamlar, saygılar. Çok hoş gəlibsiniz. Güney Azərbaycandan Baxış programının 92. bölümüne. Sayın İnsaf Ali Bey hidayətlə söyləşimiz Devam var. ediyoruz. Bir konağımız Uluslararası gelip geldi. Uluslararası Qadınlar Gününün 8 Mart barəsində danışdıq. Türkan xanım Bozqurd da qatılmışdır. O çox aktivdir. İnsan haqları və qadın haqları üzərə. Və elə, yəni akademiyada da aktivdir, həyatında da aktivdir. Burada əziz yoldaşımız bizim bugünkü konumuzdan xaric sizdən bəzi sorular etmişlər. Orada özünüz oxuya bilərsiniz. Hem görmürəm, mütəəssifانə yazılar, həm keçikli oxumuram, həm də görmürəm. Necə siz oxusanız mən cavab verirəm. Yox, mən çünki bütünlüklə şeydən xaricdir bugünkü bəhsimizdən. Mövzudan xaric olsa yox, getməyək. Yox, gələn həftə o soruya, hətta siz bir proqramda imişsiniz, orada bir şeyler demişsiniz, o konuyla ilgilidir. Onu mən sizə ilətərəm o soruyu. Siz özünüz istədiyiniz durumda ona cevap verərsiniz. Veya Tamam. programımızda veya bizim programımızda. Mən doğrudan həm sizdən, həm Türkan xanımdan öğrendim bəzi şeyləri və hətta şey etməyə də çalışdım, gördünüz. Yani yerlik meselesi çok önemli ortaya. Yani hatta bazılar yani olabilir bazılar diye ki biz bunu çünkü düzeyde görürler de səthi görürler ki 1900'den bu yana biz çok şeyler görürük. Gelişmiş, yaxşılaşmış. Ama yerliyini gördünüz, parmağımızı bastık. Ve Tahirə xanımın söhbəti ki, Tahirə xanımın mənə görə elə bütünlüklə bir gün o barədə danışarıq. Sizin əziz İnsaf Ali bəy, bir yoldaşımız da yazmıştı ki, məndən soruşmuştu ki, sizə görə Batıda qadın və erkek beraber mi, eşit mi hakları ya yok? Cevabı bellidir. Cevabı bellidir. Ha? Məncə yox, bəlli deyil. Cevabı bellidir. Yox da. Çünkü bu Türkan'ın dediği kimində, sizin de mütabık olduğunuz kimin, bu bir mübarizedir, bu bir savaştır ki, devam ediyor. Ve siz bir zerre qəflət eləsəniz onu o eski sistem ve devlet sistemi elinizden alma. Bu Batıda demokrasi sistemi gücüdür ki, her zaman o devlet ve o güc mərkəzləri istəyir sizden bazı hakları ala. Siz de her zaman onu size özünüzə tərəf çəkməlisiniz. Hər halda mən ona yani yok. Bir en kısa cevabıdır ki yok. Çünkü mübarize her zaman devam ediyor. Çünkü biri güçlü olsa, Türkan da çok qəşəng dedi. Niye gücünü versin sana? Niye? Hiç yerde hiçbir şey verilmeyip. Eğer verilipti, o da Türkan'ın dediğini söylüyorum. Mütlak onun bir menfaati, orada bir kelek vardır. Size güçlü gelip bir şey verende ondan korkun. Şimdi siz lütfen buyurun İnsaf Ali Bey, sizden sözün yani son bölümlerine geçək da sizden sonra da sağollaşaq. Elə gene de qadın hakları barəsində uluslararası gördünüz hardan necə başlamışdı. Bizə görə Güney Azərbaycanda 1850'lərdən 60'lardan başlamış, adını da gətirdik. Ancaq o bir şey nütfədə o şeye benzəmir. Nütfədə o sonraki ürünə. Ona göre biz istəmirik deyək ki, bu qadınlar hərəkatı oradan başlayıb. Ondan öncə də vardı. Amma çox önemli bir adama işarə elədik. İnşallah onun barəsində gene de çok danışacağıq. Sizden gene de eşidək. Oğuz Bey, ben kollən bu İran adlanan siyasi bölgede olan meselelere, baxımlardan narazıyam. Hatta kadın meselesine de bir daha böyük ağaç nəzərdə tutun, hər nə ağacı tutun, yarpaqları çoxdur, qanatları çoxdur, yarpaqları da çoxdur. Biz gedirik, mozunu görəndə ağacı görmürük, ağacın kötüyünü görmürük. Gedirik o qanatlarda, hətta yarpaqlarda qalırıq. Xanımlar məsələn rəy verdilər, vermədilər. Tamam, bir gəlişimdir. Gəlişimdir, amma o deyil. Məncə, əvvəl gərək tapaq ki, məsələ nədir? Niyə bu məsələ müşkül ortaya çıxırdı? Ondan sonra gələk ki, bunu necə çözmək olar? Yəni, əvvəl o kötüyü görək, ağacın kötüyü, onun qanatların sonra gələk danışaq. Çünki biz kötüyü dəyişməsək, qanatlar bunu dəyişirsən, dəyişsər olsunlar, ayrısı gəlir. Ya əslən yaddan çıxar. Bilirsiniz, onun üçün, məsələn, indi Batını dostlar soruşdular. Dostlar, baxın,
İndi mən burada Oğuz bəy bəyəxları işarə edəndən sonra başladım ki, görüm dünyada nə keçir. 4-5 dənə əcib cəlib məqalələr tapdım, amma vaxt yoxdur oxuyan. Məsələn, 400 səfədir. Oğuz bəy, Kanadanın xanımlar üstündə elədiyi istatistik, qadınların üstündə apardığı istatistik. Mən, okey, siz deyin, mən hamı bilir ki, xanım deyəndə mənzurum nədir? İstatistiki aparıbdır 350 səfər, 360 səfər. Və burada yer nə qədər alıblar, nə qədər yer ev bunların əlindədir, ona gətirdim. Onu indi, mən keçən həftə özüm bir balaca təhqiq edirdim, fikirlərim sizə də işarə elədim, ya danışqanda, ya bilmirəm, ayrı yerdə demişəm. Oğuz bəy, Kanadanın torpağı dünyada ikinci məmləkətdir, böyüklüğü. Hədəm torpaq olaraq ikincidir. Torpaq olaraq ikincidir. Sonra ikinci. Rusiyada 9 milyon kilometr mürəbbədən 10 milyona yaxın kilometr mürəbbədir. Bunun 89%'ı kolonyalındır. İngiliz şahlığınındır. Her şeyde ona deyirlər Queensland. Queensland. Mələkənin toprağı. Kanadada ona Queensland deyirlər. Əhsən. İndi Mələkə ölübdür. Olubdur Kingsland. Kingsland. Hə, öldü. Hə, öldü da. 2-3 bundan öldü. Beyni çoktan ölmüştü ama yeriyor. O mühüm değil. Torpaq mühümüdür. Ha, tamam. Ben oxuyordum, yazmışdı ki heritage olarak yetişdik bu King'e. Tabii. Hiç bilirsiniz ki neçə faizi Kanadanın da, neçə faizi Mələkənindir, neçə faizi sənlə mənim corporationlərindir. Fikir edirsiniz. Dediniz de, 89 dediniz de. 11%. Hədə qalanı da. Corporationləri. Ki onun da böyük faizi. Bu bir dana şey var ha, bir dana bir kumpani vardı, nədir adı? Bey. Əhsən. Bey kumpanisinin ki, o da İngilisindir. O da İngilisindir. Hudson Bey, əlbəttə. Yani onun gene o 11%'ın bir çox faizi Hudson Bey'indi. Ondan sonra kalanı da sizlə mənim bir də corporationların arasında alıb. Amma çox da erkəklərin də, %99. Onu hələ deyəcəm. O bir də ki, burada aborijinallar var. Yer sahipları. Yerliler. O yer sahipları da bu 9%'ın 11%'ın içindədir. Yəni fikir eləməyin, o ayrıdır, bu ayrıdır. Yox. O yer sahiplarındakı yer veriblər, öldürüblər. Mən Oğuz bəy, qoy burada eləcəna gözəl məsələ deyim. Mən həmişə fikirləşirdim, hamı buna fikirləşir ki, nədir olub batılılar, pulludular, sərvətlidirlər, inkişaf eləyiblər. Bizlər dalıya qalmışıq. Onları da istismar deyirlər ki, onlar da sümürgə qruplar. Məsələn, Osmanlının da sümürgəsi var idi. Niyə bəs Osmanlı o cür sərvətli deyil? Sümürgəsi yox idi. Osmanlı aparırdı, xərcləyirdi orada. İmperatorluğu var idi. 3 qarrədə şeydi. Amma aparırdı orada, xərcləyirdi. Mən də onu istəyirəm deyəm daha. İstimarın fərqi budur. Burada Osmanlı və İslam hər yerə gedibdi, savaşda adam öldürür. Tamam. Amma savaş qutarıb təslim olandan sonra, ya əl qoziyəndən sonra giriblər, deyiblər ki, diniz azad, torpağınızı özünüzün, kilisaz da özünüzün, puluz da özünüzün. Mənə maliyyat verəcəksən, o qədər ki, məsələn, elə o birisindən adına indi cəziyyə deyiblər, İslamda müsəlman maliyyat vergi verər, o birisindən aldıqların adı cəziyyədir, o müsəlman deyil. İndi onu, amma maliyyat, indi bugünkü gününə o da maliyyat verir, sən də maliyyat verirsən, heç fərq eləmir, vergi verirsən. Mənə görə cəziyyə o verginin üzərindədir, aynısı deyil. Yox. Qeyridən aldığı, kafirdən aldığı maliyyət almır ondan. Əhli kitabdan. Yox, hər kəs olur olsun. Əhli kitab olmasa da ondan cəziyyə. Yox, verginin üstündədir cəziyyə. Ola bilər 1% az, çox olsun, az olsun, orası. Amma vergidir. Bir türlü vergidir. Yəni, 2 qat almır ondan. Demir ki, sən həm cəziyyə ver, həm vergi ver, həm cəziyyə ver. Onu demir. Deyir ki, sən mən sənə bir əmniyyət yaradacağım, bir şeylər ver. Amma hər halda buranın onun üstünə keçək. Deyir ki, amma batılılar nə ediblər? Batılılar hər yerə gediblər, o milləti oxutmayın. Əvvəl 100 il İspaniyalılar fəlsəfi bəhsləri bu olubdur ki, qənələr Afrikada adamdılar, diqqət buyurun. Adamdılar ya yox, Amerika latindəkilər adamdılar ya yox, ondan sonra bəhs bu olubdur. Bunların ruhu adam ruhudur,
Adam ruhu değil. Bunlar Bakın 100 il. Ondan sonra Demarok bəhsləri oxuyanda bunları oxumuşuq biz. ondan sonra gəlib nə ediblər? Deyiblər ki, qərələr insan adam yazmır ki. deyil və ruhları da qərə adam ruhu deyil. Onlara səvət Afrikalılar. yazırlar, vəhşilər, Aha. yabanilər. Ondan sonra vəhşi yox. Səvət deyəndə olur vəhşi heyvan. Yırtıcı heyvan. Yox, yəni insanda hələ yetişməyib mədəniyyətə səvətdir. Onu deyir ki, qərələr adam deyil. Diqqət buyurun, fərqi budur Osmanlı ilə İslamla. Deyir ki, qərələr adam deyil, ruhları da adam deyil. Latin Amerikalılar adamdılar, ruhları da adamdı, amma məsihləşməkləri lazımdır. Baxın, ondan sonra gəlir nə edir? Ondan sonra təsmin tutur ki, məsələn, gəlib Amerikaya, Şimali Amerika'da, Kanada, Amerikaya gəlibdir. Bunları nə adam bilib, nə ruh sahibi. Deyib, bunları öldürəcəksən. Hamısını öldürəcəksən. Hamısını təqribən öldürübdür. Məsələn, Amerika ilə Kanadanı yıxsız, indi 2 milyon orijinal yoxdur, 1 milyon yoxdur. Kanadada 200-300 minə çıxır, 400 minə çıxır üstündə. Yəni, mən indi istatistikini dedim, yadımda deyil, bunu baxam, çaş baxaydım, deyəydim. Hamısını öldürüb, toprağı alıb əlinə. İndi toprağın metrin, məsələn, Torontoda metri 900 dolardır. Metri 900 dolardır. 900 dolardır. Çünki olacaq. 900 dolara indi torpaq satır sizə. 400 dolara torpaq satır. Uzaqda, indi mən İsrail üçün baxırdım. 3000 kilometr gedirsiniz Norta, soyuqluğa, Oğuz bəy. Yerləri, Mələkənin yerləri satırlar. Bilmirəm indi Mələk. Öldü, hələ buradan adam əyağı yetişməyib. Fəqət ölsənlər gediblər, öldürüblər. Onu da hələ yazıblar ki, ölçüsü qutarmayıbdır. Yəni, bulutbəndiq olunmayıb, metrajı bəlli olmayıb, hangi qətədir, yolu hardandır. Mən oxuyurdum, yazmış ki, filan yerə getmək üçün gərək edəsiniz, filan yerə, məsələn, 12 saat, 13 saat sürəcəksən, gedəcəksən, filan suyun dibində düşəcəksən, o suda qayığı qoyacaqsan, 6 saat ondan gedəcəksən, filan yerə, oradan düşəcəksən, birinci şeyə gedəcəksən, 200 metr keçəndən sonra bu qətəni satırıq, 160 min dolara. Orada məsələn 1 hektar satırlar 160 min dolara. İndi diqqət buyurun, görün ki, adamları öldürüblər, mülkdə yeri ələ geçirdiblər, dünyaya bunu satırlar və buradan pul qazanırlar. Adamları Afrikada adam hesablanırlar, səvət hesablanırlar. Oradan götürürlər, gətirirlər burada mal əvəzinə, öküz əvəzinə cütə sürürlər. İşlədirlər. Bu günləri də onların nəsli yenə öküz kimi, cüt kimi gedirlər orada burada işləyirlər ya da ki şalvarları da yoxdur ciyələrə %90'ını, başmağı da yoxdur ciyəsin, evi də yoxdur, üstə də orada burada yatırlar. Bilirsiniz Oğuz bəy, biz tarixi çox fərqli düşünmüşük. Çox fərqli bizə örgədiblər. Biz hər şeyi tərs örgəşmişik. Belə örgədənlər də bunlar örgədiblər. Danışqahı bunlar vurublar, kitabları bunlar yazıblar. Örgədənin eğitimin hardan almış? Bunlardan almış. Kitabları bunlar yazıblar. Əlbəttə. Tarixi bunlar yazıblar. Bir millət önə düşsə, öbürü millətin başına bulanacaq. Düşüncəni də bunlar yazıblar. Onun üçün biz nə qədər belə İranda məsələn 150 ildir Nasir Şah dövründən danışqah var. Hələ fiilən bir dana fikir örtüyə qoyamayıb. Çünki fəqət təqliddir. Fəqət kopidir. Copy-paste. Özü onu copy elir, qoyur bura ki, heç daviyyət əlaq eləmir. Çünki o mərisçilik ki, onun varıdır, ona yazıb o kitabı, o burada mərisçilik yoxdur. Ayrı bir mərisçilik var. Amma o copy-paste edir. İndi bundan çıxıq eşiyə. Mənim nəzərimcə, hətta qadın məsələsində biz o baxışdan baxmışıq. Onların baxışını. Onun üçün də fərqini düşünmüşük. Məsələn, İslamı çox günahkar bilir hamı. Mən də İslamdan bir zaman üz sərmişdim, düzün axtarsaz. İndi də namazat qılmıram, mütəəssifanə. Burada şəxsi məsələlərdir. Amma yox, indi qadın məsələsində İslamın dediği, ya ərəbin düşündüğü bir şey var. Müqəddəs kitab var. O müqəddəs kitabın 4-cü surəsi Nisa'da adı. Xanım, qadın. Qadın da adı. Yəni, bu kitabda bu qədər qadına ön verdi. Bir dana ərəblərin tarixində Oğuz bəy, ərəblərin Həzrət Məhəmməd dövründən qabaq ya da o dövrdə bir dana ərəblər bir dana qız öldürüblər. Utandıqlarının bir dana, 2 dana yazılmayıb ərəb tarixində. Adı da bəllidir, dədəsi də bəllidir, nənəsi də bəllidir, qızın da adı bəllidir. Bunu kimi hətta öldürəni də bəllidir. Ərəb indi də vardı, 1400 ildir, 1500 ildir onun xəcalətindən çıxamayıbdır.
Bu bəhsi siz götürürsünüz bir yerlərə ki, mütləq zaman lazımdır. Bu arada Yox, getmirəm. İstəsəniz gələn Çıxarıram. həftə Bizim burada Güney Azərbaycanda, İranda hələ fiilə xanımlara seçim haqqı verməmişik. Biz gərək əvvəli o kötüyün danışdıq. Xanımların seçim haqqı rəsmiyyətə tanınmalıyıq. Xanımlara bu seçimi verməliyik ki, təsmin tutalar özlərinin yaşamlarına. Nə cür yaşamlarına, necə yaşamaqlarına özləri qərar seçələr. Bu seçi biz o zaman ki qəbul elədik, o zaman o xanımlar bu camiəni idarə edəcəklər. İdarəsində şərik olacaqlar, heç olmasa. Hər halda mən fikir edirəm ki, biz xanımlara, o iki heyvanları misal vurdum, xanımlara seçim haqqı versək, xanımlar idarə sistemini seçərlər. Və məncə bəzi yerlərdə heç olmasa erkəklərin idarə eləmək sistemindən yaxşı idarə edirlər toplumları. Hər halda buradan gələn həftəyə qalsın, gələn həftə görək ki, nə olur. Bəzi, yəni bu bəhslər belə sıxışmır da, 1 saat, 2 saat. Sıxışmır, yox. İlla, yəni mənə görə hətta sizin, yəni zaman olanda gündəmin yanında bu sizin də İslamda qadın məsələsini etdiniz. Onu həttəmən danışarıq yenə də. Çox. Yoldaşları ki, qatıldılar proqramımıza. Belə çoxları qatıldılar, dinlədilər. Bəziləri çıxdılar, bəziləri döndülər. Görürəm burada. Hamısına təşəkkür edirəm məsələlər üçün sizə və Türkan xanıma və yenə də gələn həftə Təbriz, hər pərşənbə günü Təbriz vaxtı gecə saat 9-da, axşam saat 9-da biz buradayıq. Gündəmi, Güney Azərbaycandan baxış olaraq gündəmi və hətta görürsünüz ki, gündəmin ətrafında da o məsələni araşdırırıq. Həm fəlsəfi tərəfindən, həm ictimai tərəfindən, əlimizdən gələn və qənaətimizcə. Çox təşəkkür edirəm. Sağ olun dostlar. Gecəniz xeyrə qalsın.